Tahir müəllim, siz tarix üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüsünüz. Bilmək olarmı dissertasiya mövzusu nə idi? Mənim dissertasiyam, mən Leningradda oxumuşam, ictimai əşya üzrə, mən mühəndis texnoloqum. Sadəcə milli mətbəx üzrə Azərbaycanda ümumiyyətlə o vaxtda texnologiyadan şura yox idi. Təklif elədilər, indi İsveçrədə, Moskvada, orada, burada müdafiə eləyə bilərdik, amma o yaraşmazdı. Milli mətbəximizi, deməli, onlar bizdən yaxşı bilirlər, yəni nədirsə. Rəhmətli Azad Mirzəcanzadə məni deyirdi ki, müdafiə elə. Mənim də yazılarım, kitablarım var idi. Mən Savakupnus deyirlər də, birləşdirdiyi işləri Azərbaycan mətbəxinin kompleks tədqiqatları idi mənim elm işimin adı. Sonra tam doktorluğa rəylər gəldi filan. Sonra dedilər ki, Azad müəllim də istəyirdi doktor olsun, o vaxtı verirdilər. Sonra Azad müəllim çıxdı və yerinə Arif müəllim gəldi. O da dedi ki, bizdə belə presedent olmayıb, filan olmayıb. Mənim üçün də fərqi yox idi. Çünki düzü rəhmətli Azad müəllim Azad Mirzəcanzadə o məcbur eləməsəydi, mən deyim ki, elə bir marağım yox idi. Çünki mən istədiyim xarici mətbuatda, jurnallarda çap olunurdum, kitablarım çıxırdı, istədiyimi eləyirdim. O bir şey vermirdi. O vaxtda parlamentin qərarı ilə alimlərə bir şirvan artıq maaş verirdilər də, bu biabırçılıq idi. Və beləliklə getdim. Allah rəhmət eləsin, onda Etnografiya İnstitutunun rəhbəri Arif müəllim idi. Orada Maya xanımın elmi katibi idi, Emre müəllim, digərləri, etnoqraflar çox böyük dəstək verdilər və mən o artıq çap olunmuş əsərlərimi toplayıb verdim və müdafiə elədim. Müdafiədə də bizim Teymur müəllim Bunyadov rəhmətlik sədr idi, bizim çox böyük alimlərimiz yığışmışdı və mən burada ən çox qazandığım oldu ki, mən Etnografiya İnstitutunun, Arxeologiya İnstitutunun işlərindən, Tarix İnstitutunun işlərindən tanış oldum. Orada yeni bir istiqamətlər, yeni bir düşüncələr yarandı. Yoxsa mən çıxınaram da sırf. Amma demişdilər, mən İsveçrədə təklif eləmişlər, tibbdən müdafiə eləyə bilərdim, nə bilim, başqa sahələrdən də, amma fərqi yox idi. Dedilər, əldə bir korçuk olsun, göz nəsə verəcək, o da heç nə vermir. Mövzusunu demədiniz, yoxsa dediniz mi? Dedim, Azərbaycan mətbəxinin kompleks tədqiqatı. Hə, çox gözəl. Bu ilk dəfə idi. Mətbəxi hər tərəfdən indiyə qədər də onun arxasınca gedirik ki, mətbəxə yanaşma. Təkcə resepturalarla mən məşğul olmuram. Həm tarix, həm etnografiya, həm dil, həm din, həm tip, hər tərəfli və sair tərəflərdən mətbəxə yanaşma lazımdır. O da böyük nəticələr verir. Misal, din və qidanı nə birləşdirir? Amma elə bir din varmı ki, qidaya qaydaları qoymasın, nə isə qadağan eləməsin, nə isə icazə verməsin, nə isə məsləhət görməsin. Bütün dinlərdə bu var da və onların da altında çox böyük elmi əsaslar var. Bunlar elə-belə deyil. Nə isə qadağan eləyirsə, nə isə icazə verirsə, bunların arxasında getdik və öyrəndik. Ümumiyyətlə, həyatın idarə olunmasında 3 ləzzət aparıcı rol oynayır. Birincisi qida ləzzətidir. Bilirsiniz ki, bütün dinlər buna toxunublar. Hətta vaxtı ilə qurbanlara, ləzzətli yemək yeyənləri oda yandırırdılar. Çünki ləzzətli daimi yemək istəyənlər hakimiyyətə və pula can atırlar, onları idarə eləmək mümkün deyil. İkinci ləzzət sevgi ləzzətidir. O olmasa insanlıq məhv olar, deyəcək ki, qida olmasa. Onun da, qidanı da yenə də qida kimi sevgi ləzzəti yüksək səviyyədə alanları da məhv edirdilər, yandırırlar o da. Ehtiraslı adamları cin şeytan elan edirdilər də, bilirsiniz, Avropada. Çünki onlar da qarşı cinsin xoşuna gəlmək üçün şuuraltı olaraq pula və hakimiyyətə can atırlar. Onları da idarə etmək mümkündür. Üçüncü ləzzət, yalnız insanlara aid olan ləzzətdir, yaradıcılıq ləzzətidir. Alimləri də oda yandırdıqları dövr yadınıza gəlir tarixin. İslam gəlməsə, bu çox belə dünya vəhşət içində yaşayırdı və bu üç ləzzətin üçü də
geri qayıtdı. Qidaya qoyulan qadağalar da, icazələr də filan da. Siz bilirsiniz ki, indi biz çalışırıq ki, Avropaya gedək. Amma və Avropaya sübut eləməyə çalışırıq ki, Azərbaycanda qadınla kişi hüquqları bərabərdir ya belə deyilədir. Amma Avropa xristian mədəniyyətindən çıxmış bir xristianlığın donundan çıxmış bir mədəniyyətdir. Orada evlənməmək andı var. Rahiblik, rahibəlik var. Yəni sən qadına toxunursansa murdar olursan. Qadına toxunmasan daha müqəddəsən. Qadına murdar bir şey kimi baxılan bir mədəniyyətdə o tərbiyədə çıxan bir dövlətlər, qurumlara oxşamağa çalışır. Amma bizdə türklərdə də, İslamda da qadına qarşı çox yüksək bir yanaşma var idi. Eyni ilə də qıdaya qarşı. Bizdə tərk-i dünyalıq yoxdur İslamda. Və o tərk-i dünyalıq fəlsəfəsi bizə Avropadan gəlir və biz də onlara oxşamağa çalışırıq. Bunu başa düşmürəm ki, niyə? Geyimdə də, başqa şeylərdə də mən Avropada görmədim ki, məsələn, hansısa bir restoranın altında başqa dildə bir şey yazılsın. Bir tədbir olanda Çində Çincə yazılır, Ərəbistanda Ərəbcə yazılır falan. Bizdə dövlət dilimiz var, amma küçələrə baxın. Görün dövlət dilində bir şey girəcəksinizmi? Və yaxud da restoranlara giririk, keşin istəyirik, yeməyini deyirlər. Orada siz Azərbaycanca düzgün bir yazı görürsünüzmü? Mən öz sahəmdən danışıram, bütün sahələrdə belədir. Yəni çox qəribə bir şey var ki, biz pis nümunələri daha yaxşı götürürük və onlara bənzəməyə çalışırıq. Hətta hündürdən də deyirik ki, biz Avropa dəyərlərinə gedirik. Mən getmirəm Avropa dəyərlərinə. Qida və tarixə siz toxundunuz. Qidanın tarixi insan... Qida və tarix. Qida və tarix. İnsanın yaranmasından qida ilə başlayır da, onun bütün həyatını əks etdirir. İnsan nə ilə məşğuldur? İlk növbədə qida axtarışından, onu yetişdirməklə, onu ələ gətirməklə, bütün ovçuluq da filan da oradan gəlir də. Tarix də oradan yaranır. Tarix əsasən başladı dövlətçiliyin yaranmasından. Dövlətçiliyin yaranması da oturaq kənd təsərrüfatından buğda, dənli bitkilər, o bir bitkilər yetişdirməklə başladı. Elə ki, başladılar əkinçiliyə, dövlət yarandı. Çünki qorumaq lazım idi və əkinləri bu reketliyin başqa formasıdır da. O adamlar ki, artıq buğda əkə bilmirdilər. Onlar məmur olmalıydılar ki, buğdadan onlara da çatsın. Buğda əkənlər də gedib buğda əkirdi, o birilər də mühafizə edirdilər falan və dövlət, ümumiyyətlə qısa dövlət əkinçiliyin yaranmağından başladı. Mədəniyyətə gələndə də baxın, biz indi öyrənirik folklor nümunələrin tarixi. Əgər insan əkinçiliklə məşğul olmasa, holavarlar əmələ gələ bilərdimi? Səpəndə mahnı oxuyur, müəyyən ayinlər eləyir, filan olur, dinin əmələ gəlməsi. İnsan heyvan sağmırsa, inəyi sağmırsa, qoyunu sayakı mahnılar əmələ gəlirmi? Yox, bunların hamısı biz üstdən baxırıq çox yüksək şeylərə, sevgiyə, filana, peşməkənə, amma hamısı bu üç faktorla bağlıdır, üç ləzzətlə bağlıdır. Bunu dünyanı idarə edir. Qida ləzzəti, sevgi ləzzəti və yaradıcılıq ləzzəti. Tarixi də bunlar yaradır. Və qida hara və siyasət hara? Belə baxanda. İndi mən bayaq dedim, əkinçilik yaranan kimi dövlət yarandı. Əgər o olmasa, qida təhlükəsizliyi təmin olmasa, heç nə olmayacaq. Həm də mən sizə Taleyranın bir sözünü də xatırladım ki, o deyirdi ki, sizin generallara, hətta Napoleona da bunu demişdilər, başqa bir adam demişdi, başqa formada, amma məzmun eyni idi. Sizin bir müharibə səhnəsində, döyüş yerində qazandıqlarınızdan daha çox biz süfrə arxasında qazana bilirik. Və qida və sağlamlıq. İnsan anadan olanda birinci bədəninə onun, ana bətninə bir belə qida borusu düşür. Bax, belə bir borudur. Elə bilin ki, bax, bu borudur. İlk növbədə bu qida borusu yaranır. Sonra bunun yanından onurğa sütunu yaranır və baş beyin gəlir bunun üstündə bu belə formada çomaq kimi durur. Bu qida borusundan bu çomağa, baş beyinə bir dənə zoğ atılır. Orada hipofizi, hipotalamusu formalaşdırandan sonra bu zoğ qırılır, neyrolayqa qalır. Sonra bütün orqanlar hamısı buradan yaranır, qida borusundan və onurğa sütununa bərk edilir. Burun, göz, ürək, bağırsaq, böyrək, nə bilim, ciyər, hamısı bundan yaranır. Cins orqanlar filan. Sonra əslində ən çox neyronlar beynindən sonra ürəkdə, ürək üçün. Bir də ki, ən çox neyronlar bu qida bağırsaq sistemindədir və bağırsağın düşüncəsi,
gizli də olsa o biri düşüncələrdən daha üstündür və o idarə edir cəmiyyəti və bağırsa, hətta yadınızdadırsa, yəqin ki bilirsiniz, insanlar dəli olanda onlara nə edirlər? Bir 15 gün aç saxlayırlar. Çünki o dəqiqə bağırsaqdan siqnal gedir ki, sən bizi hamımızı öldürəcəksən, ona görə özünü düzəlt və o acılıqla düzəldirlər. Bağırsaqdan təsir edirlər. Mən bağırsağın xaricində, yəni qida borusunun bağırsağını demək düzgündür, qida borusunun xaricində durub, qidanın həzmi də deməli birinci bədəndən xaricdə başlayır da, bilirsiniz. Qidanın tapılmağı, düzəlməyi, doğranmağı, kəsilməyi, pişirilməyi, istidə, soyuğa verilməyi ki, hazır olsun çiynənməyə, yeyilməyə. Bu texnologiya da bədəndən xaricdə. Bədənə girəndə nutrisiologiya başlayır. Həmin hazırlanan şeylər bədəni necə dəyişir. Sonra o qastrosofia beynin düşüncəni və onun fəlsəfəsi, tarixi necə dəyişir, qida siyasəti necə dəyişir. Bu qastrosofia hissəsidir. Mən qida borusunun kahiniyəm də, ona qulluq edirəm. Ona görə dünyanı birəcə başqa cür qazandan görürəm və başqa cür də düşünürəm. Mədəniyyət və qida. Mədəniyyət dedim, folklor falan var. Baxın, ilk insanlar yeməyi hazırlayanda qazanda bir ağac çömçəklə, daş çömçəklə qazanı vururdular da, səslər yaranırdı. Bu səslər çox qəşəng səslər idi, insanların xoşuna gəlirdi ilk ritmlər, çünki bunlardan sonra yemək olacaqdı da. Və ilk tamtamlar musiqi belə yarandı və bizdə də qodu gəzdirəndə qazanın qapağını ya qazanı çömçəklə döyəşləyə qodu gəzdirirlər. Bir dəfə nəsrəddindən soruşurlar ki, ən yaxşı musiqi hansıdır? Deyir, çömçənin qazanda ifa eləməyi. Bu artıq oradan gəlir. Sonra insanlar ocaq qalırdılar, əti kəsirlər, qururlar filan feşməkan. Bunu quru odunlar çırtıldayır, yaş odunlar fışıldayır filan. Bunu səslə çıxar, bunu belə vurmaqla çıxartmaq olmur. Amma qəbilədən qəbiləyə gedəndə qazanı döyəşdirirlər ki, mən sülhlə gəlirəm. Və insanlar başladılar bunu boğazla çıxartmağa. Uzaq şərqdə qalıb o boğaz mahnıları oxuyurlar və o yarandı. Amma üçüncü də bunlar hamısı hərəkətlər idi də. Bir gün qida olmayanda insanlar toplanırdılar. Başlayırdılar, elə göstərsinlər ki, qazandı, orada yemək pişirir, o səsləri çıxardılar, boğazla mahnıları çıxardırdılar və hərəkətləri eləyib rəqs edirdilər. Mən qida rəqslərini Amerikada qoydum 2009-cu ildə Sətlayıb, 72 ölkə qarşısında. Hər xörəyin öz rəqsi var. Rəssamlar və beləliklə bu rəqslər filan, musiqi bunlar yarandı. Rəssamlar yadında qayalarda rəsmlər çəkirdilər, hansı heyvanı ovlamaq lazımdır, balığı necə tutmaq lazımdır filan. Və hətta ət bölgüsü verilibdi, ətin hansı hissəsindən hansı xörək pişirilməlidir. Rəssamlıq da yenə qazandan çıxdı. Baxın, rəqslər, musiqi, rəssamlıq, hamısı qazandan çıxdı. Mədəniyyətin kökündə olan normal nə varsa, indi ovçuluq mədəniyyəti var idi, sonra əkinçilik mədəniyyəti yarandı, sonra maldarlıq mədəniyyəti yarandı. Əkinçiliklə maldarlığa görə sənətkarlıq mədəniyyəti yarandı. Çünki qazan hazırlanmalı idi, nə bilim, bıçaq hazırlanmalı idi, başqa boşqablar filan, dılıqçılıq, hamısı məhz bu qidaya kökləndi və mədəniyyətin müxtəlif sahələri buradan yarandı. Və mədəniyyətdə də süfrə mədəniyyəti oturtdurmaq, hətta dilə də baxsaq, dili də yaratdı. Heç bir yazıcı heç oradan keçə bilməz bunun yanından, ya sevginin, ya yeməyin yanından, ya şair. Siz baxın ki, biz nə deyirik sevgilimizə? Dodaqları bal qaymaq, dili badam içidir. Kulinariya terminləridir də. Qız oğlanı, oğlan qızı pişirir. Mətbəxdən çıxan terminlərdir. Yəni, hər baxsanız, mətbəxə görəcəksiniz ya sevgini, başqa cür yaradıcılıq yoxdur. Mədəniyyətin də kökündə insan yaradıcılığıdır da, beynidir. Elmi yaradıcılıq və həyat yaradıcılığı. Bu yeməklərin müqəddəs mənaları varmı? Var, hər bir yemək, heç bir yemək elə belə yaranmır. Hamısının mənaları var. Mən bir 40-a yaxın yeməyin eləcə şeydə, Qastrosofia kitabında mənalarını vermişim. Həmişə də düşdükcə açıqlayıram. Mənasız heç nə yaranmır və bunlar çox sakraldır deyin. O sakrallıqlarını da qoruyub saxlayırlar. Hər bir xörəyin çox dərin, hər bir yeməyin dərin mənaları var.
Deməli, bu günlərdə siz Facebook səhifəsində Firudin Gülər bəyin 7 il əvvəl yazdığı məktubu bir də paylaşmışsınız. Firidun Gülərbəyli çox dərin və çox güclü ziyalılarımızdan, alimlərimizdəndir. Çoxmu adam onu başa düşür? Yox, indi mən sizə bir şey deyim də, iki kimyaçı bir-birlə danışsın, 90% adam başa düşməyəcək. Bu təbii bir şeydir. Öz vətənində peyğəmbərlər olmur. Niyə deyirlər? Çünki onu uşaqlıqdan tanıyırlar, bu kimdir ki, nə oldu və bunu necə? Biz, məsələn, mən kitablarımı yazıram, mən arzulayıram ki, mənim kitablarımı bir 10 nəfər oxusa bəsdir. Çünki güzlərdən alıb o kitabı evdə saxlamağın mənası yoxdur. Və o 10 nəfərdən biri məni anlasa, mən xoşbəxt adamım. İnsanların bir-birini anlamağı üçün biz müxtəlif reallıqlarda yaşayırıq, hətta sözləri də, danışığı da başqa cür eşidirik. Bir hadisə olanda, tutaq ki, bir qəza olub, Allah irad eləsin. Bu müstəntiq nə edir? Adamlardan soruşur. Əgər hamı eyni sözü deyirsə, deməli, bunlar danışıblar, aralarında yalan deyirlər. Çünki ola bilməz ki, hamı bir nöqtədən o hadisəyə baxmır. O hadisəni hər kəs öz düşüncəsi, öz ağlı miqdarında başa düşür. Məsələn, mən gənc olanda Picasso-nu, Salvador Dali'ni başa düşmürdüm 45 yaşından kimi. Hətta onları lağa da qoyurdum biraz. Mən bizim institutda QV-nin kapitanı olmuşam, üzvü olmuşam falan. Lağa qoymağı bacarırdım, başa düşməkdən daha çox. Çünki onda mənim bilgilərim Salvador Dali'nin bilgiləri qədər deyildi onun şəkillərini. Bu nədir? Saat necə axa bilər? Amma zamanın nisbi olduğunu, dəyişdiyini, müxtəlif şeylərdə. Məsələn, mənim ad günüm ayın 14-ü martdır da, ildə bir dəfə olur belə. Amma İslam təqviminə görə bu yayda da ola bilər, qışa da düşə bilər. Çünki yerində də ay təqvimindən gedir və ildə 2 dəfə də ola bilər. Bunları anlayıb gəlib bu sadə şeylərə çatana kimi, Einstein'in o formulasını dərdindən anlayana kimi ki, işıq olmasa zaman da olmazdı və işığın sürətinin dəyişməyi zamanı dəyişir. Bunları mənim üçün, amma bunları Picasso bilirdi. Bunları Salvador Dali bilirdi. Ona görə Salvador Dali'nin saatları o gündə axır və hamı onu anlayır. Amma mən anlamırdım. Bu o demək deyil ki, Salvador Dali lazım deyil və yaxud da ağıllı deyil. Tahirin öz ağlından, kətdən çıxan bir oğlan ona. Bizlər rəsm çəkmirdilər ki, biz bilmirdik rəsm nədir kənddə. Bakıda olanlar bilirdi, Gəncədə olanlar rəsm məktəbləri var idi falan. Mən də onu görüb, məsələn, 1 milyonluq rəsm əsərini mən təpi ilə vurub zibilliyə tullaya bilərdim. Başa düşürsünüzmü? Bu demək deyil ki, əsərin qiyməti yoxdur, ya mən ağıllıyam o rəssamdan, xeyr. Və Firidun Gülərbəlinin də anlaşılmaması insanlarımızın qədimdən bəri olan mifoloji mətnləri, dini mətnlərimizi, ondan sonra bizim şaman ənənələrimizi, deyək ki, din ənənələrimizi bilməməklər yəni gəlir və hər kəs də bunu bilə bilməz. Bu mümkün də deyil və sufizmi bizdə neçə nəfər sufi var, neçə nəfər mağaradan keçib Azərbaycanda 40 gün 40 gecə indi. İndi bir sufi mağaradan, mən indi yazışırdım Yuliya Marcinitlə, deyir, mənim İslami adımı ver, mənim yetirməmdir, Minskdə yaşayır. Ona deyiblər ki, İslamda adı olmalıdır, İslamı qəbul edəndə İslami adı olmalıdır. Deyirəm, bu nədir? Quranda belə şeylər yoxdur, insanın adının Allah üçün o qədər mənası yoxdur. Amma indi adam istəyir də, amma o gedib Oş vilayətində mağaradan keçdi. Mənim mənəvi yetirmələrim keçirlər. İndi Azərbaycanda neçə nəfər keçir? 40 gün, 40 gecə mağarada neçə Azərbaycanlı var ki, o Gülərbəli ilə söhbət eləsin. Bizdə orucu 1 ay tuturuq, zorla, düzdür. Firidun müəllim birdən görürsən 2 il oruç tutur. 2-3 il oruç tuta bilir, illərlə tutur. Biz 1 ayla tutduq buzu. Bu adamın düşüncə tərzi, yaşam tərzi və mənalandırma tərzi biz bəyənə bilərik, bəyənməyə bilərik, xoşumuza gələ bilər, gələ bilməyə. Bu da bizim anlamımızdan gəlir. Bu məsələ var, Rusiyanı, Rusiya duşoy не обнять, Rusiya umum не понять. Əgər başa düşmürsənsə, qucaqlaya da bilməzsən, sevə də bilməzsən. Və o, insanda belə bir his var da, mən nəyisə başa düşmürəmsə,
O məni itələyir və özümü o adamın səviyyəsinə qaldırmaq əvəzinə mən onu öz səviyyəmə endirirəm. Biz burada oturaq sizinlə danışaq indi Səməd Vurğundan, Əlağa Vahid, Nizamidən danışaq. Filandan iki adam oturacaq, o Əlağa Vahidi oxumayıb. Nə danışacaq? Əlağa Vahid narkoman idi, alkogolik idi, Sovet dövlü. O onun yaradıcılığından deyil. Başlayacaq onu öz səviyyəsinə salmağa, çünki oxumayıb onu. Səməd Vurğunu öz səviyyəsinə salmağa çalışırıq, o səviyyə qalxmırıq. Bizdə də insanlar, indi Facebookda da hamı imkan verilibdir. Bizdə kənddə, xeyirdə, şərdə, indi toy gedir, aşıq orada məclis aparır, ya bir böyüklər oturub. Biz kiçiklər yanımızda olan böyükdən soruşardıq ki, bax bu sualı vermək istəyirəm, onu deyə bilərsiniz. Özümüz sual vermirdik. Niyə? Bir qayda var idi. Yanımızdakı ola bilsin bizim suala cavab verdi, heç oraya ehtiyac olmadı. İkincisi, o sual bəlkə veriləsi deyil. İndi gədə, güdə, kim istəyir sosial şəbəkədə nə istəyir danışır. Qandı, qanmadı, öz səviyyəsindən, düşüncəsindən. Səməd Vurğunun gərək ifadəsi idi. Deyir, qanana da can qurban qanmayana da dad yarımçıq əlindən. Bizdə yarımçıqlar çoxdur. Yaza bilir, əlində şey tuta bilir, bir əcana savad deməyək də, öyrənmək, nəyisə öyrənibdir və elə bilir ki, hamıdan ağıllıdır. Və bir də özünü tanıtmaq üçün böyüklərə mız qoymaq lazımdır. Nə istəyirlər Şah İsmayıl Xətaydan? Və görürsünüz də müzakirələr. Şah İsmayıl Xətayi 2 dənə tariximizdə mən bilən bəlkə də yeni olubdur. Əliyə, yəni 5liyə malik şəxsiyyət olub. Biri Qazi Bürhanəddindir, öz qılıncına doğrağında, sevgilisi uğrunda başqa cür. Ona Əmir Teymur qorxurdu ona hücum eləməkdən. Bəyazid bircə dəfə ona hücum eləmişdi. O da ömründə ona qalib gəlmədi. Bəyazid də darmadağın eləmişdi. Ona görə Bəyazid də yaxın gəlmirdi. O dərəcədə yüksək bir şey idi. Bu ikisində də və Şah İsmayılda da. Birinci, bu sərkərdə idi, düzdür. Özdə güclü sərkərdə idi. Dünyanı tutmuşdu. 2, bu dövlət rəhbəri idi. Özdə güclü dövlət rəhbəri idi. Güclü dövlət hətta onun içərisində, İslamın içərisində fərqli bir ideologiyada yaratmışdı. Şiəlikdən istifadə. Şiəliyi yaratmamış. Şiəlik ondan qabaq var idi, amma o onu döndərmişdi ideoloji böyük bir ölkə rəhbəri idi. Düzdür? Çox böyük sufi idi. Çox böyük şair idi, böyük alim idi. Bu 5lik var idi bunda. İndi onu müzakirə edənlərdən bu 5 əlanın hansı var ki, onu müzakirə eləsinlər? Hə, indi biz də Firdungilər Bəliyə deyiriksə, əlbəttə çox adam başa düşmür. Bu normaldır. Mən də tutaq ki, hansısa elmləri, astronomiyanı o qədər dərindən bilməm, baxmayaraq ki, mənim adıma ulduz qoyublar səmada, nə bilim, mənə o kosmonavtikanın mükafatını veriblər filan, amma mən ən pis bildiyim elm astronomiyadır. Mən onu dərindən bilmirəm axı. Amma mən bir böyük astronom bir şey danışanda onu necə müzakirə edə bilərəm? Yox, bu ulduz belə durmayıb, belə durub. Sən kimsən? Gərək hər kəs öz yerini bilsin. İnsan öz yerini bilməyəndə çox dəhşətli olur. Filan alim, filan. Bu insandır. Birincisi, biz heç bir insanı mələkləşdirməməliyik. Dövlət başçısı olsun, adi insan olsun. İnsana xas olan heç bir şey heç kimə yad deyil. Bunun mənfi cəhətləri də var. Onun bir dənə mənfi cəhətlərindən tutub onu məhv eləmək olmaz. Yadınızdadırsa, Sovetlərin, SSR-nin ilk səfiri var idi Əfqanistanda, qadın Kalantay. Sonra oğluna görə öldü. Çox böyük insan idi, şəxsiyyət idi. O, oradan səfir qaydandan sonra bir dəfə Xarici İşlər Nazirində oturub məclisdə danışırlar. Kalantay başlayır ki, mən vuruldum onların mədəniyyətinə də Əfqanistanın. Çox gözəl xalça rəsmləri var. Çox gözəl nağılları var, əfsanələri var. Bunlar o qədər gözəl insandır. İngilis səfiri deyir, Qəspaja Kalantay, bəsdir də bu qədər də yalan olun. Mən də orada səfir olmuşam. Tualetləri yoxdur. Hara gedirsən, əvin təzəyə batır. Kalantay deyir, çox doğru buyursunuz, deyir, cənab səfir. Şərq fəlsəfəsində var. Kim nə axtarırsa onu tapır. Buna oxşan bir əhvalat danışırlar. Milçəkdən soruşurlar ki, sən buralarda uçduğuna göründü. Bu qədər zibillik var idi, bu qədər təzəh var idi, bu qədər bu var idi. Deyir, başqa işini deyir, görmədim. Arıdan soruşurlar bal arısından. Sən nə gördün? Deyir, belə çiçəklər var idi, nektar var idi, güllər var idi. Başa düşürsünüz, hər kəs axtardığını tapır.
bizim milli məsələmiz var deyir. Niyyətin haraya, mənzilin oraya. Siz gözəllik axtarışında olanda, elm axtarışında olan onu tapacaqsınız. Mən başa düşmədiyim elmlər var, alimlər var. Astronom oturanda ağzıma ki buna qulaq asıram. Mənim dostum Gülar Bəyliyə qulaq asıram, ondan bir şey öyrənirəm. Tez görüşürsünüz mü? Fuad, imkan olanda görüşür, indi çoxdan görüşməmişəm, o da mən indi iş güc olur, amma telefonda filanda bizim də Abbasqulu Dəcəfzadənin kitabları var, ondan bir şey öyrənirəm. Bizim o dostumuz Gülar Bəylinin batini Quran var. Quranın batinini bilən çox nadir adamlar var. Quranın xaricinə baxırlar, zahirini Siz bu bilirlər. kitabı oxumusunuz. Əlbəttə ki, məndə onun bütün kitabları var. Və yaxud da Həmzə Vəlinin Babək haqqında olan kitabı adama başqa Tariyə Azərtürkün, həmən Həmzə Vəlinin qardaşı indi Amerikadadır. Onun yanaşmaları tamam başqadır. Mən onu anlaya bilməsəm də mən başa düşürəm ki, o məndən daha güclüdür. Yaxud da Fuad Məmmədov dünyanın ən böyük kulturoloqudur. Mən onun yanında nəyisə öyrənirəm. Mən rəssamlığı bilmirəm, amma sakit getmişəm, sakitə qulaq asıram, bəzi şeyləri öyrənirəm. O gün Əşrəf Hümbətovun sərgisi idi. Getdim, onun evinə gedib, onun rəsmlərindən nəyisə öyrənirəm. Bilirsiniz, nəyisə mən başa düşmürəmsə, onu sevə bilmərəm. Amma bu o demək deyil ki, mən onu qaralamalıyam. Mən başa düşməyə çalışmalıyam, öyrənməyə çalışmalıyam. Bu başqa cüzdür. Yoxsa mən indi cəmaat məni sevir, qaldırır. Mən həmişə millətin güzgüsü olmağa çalışmışam da. Amma güzgüyə də baxanda millət həmişə qaldırıb baxır da. Qadınlar da güzgüyə baş aşağı baxmırlar, həmişə yuxarı qaldırırlar. Elə bilir, özünü görür, elə bilir ki, bu mənəm. Başlayır məni tərifləmə, əslində özünü tərifləyir. Doğru düzgün olmaq lazımdır. Özünə yanaşmada, özünü hamıdan ağıllı hesab etmək mümkün deyil. Hər şey bilmək. Bildikcə görürsən ki, bilmirsən. Girirsən, bir şey öyrənirsən, onun ətrafında nə qədər bilmədiyim olur. Həmişə deyirəm ki, mən bir sevgi qazanmışam. İnsanlar mənə sevgilərini israr edirlər. Deyirəm, qardaş, məni çox tərifləməyin. Ərə verəsi deyilsiniz ki, mən ərə gedəsi qız deyiləm tərifləyiz. Amma bu tərifləyirlər də sevdiklərindən də. Niyə görə sevirsiniz deyirəm. Siz bilsəniz ki, mənim bildiklərimə görə sevirlər. Mənim nə qədər bilmədiyim var, onda gərək mənə nifrət eləyəsiniz. Başa düşürsünüz, insan ona görə demək olmaz ki, kimsə başa düşür, düşmür, inanır, inanmır. Məhəmməd əleyhissalamı da başa düşmürdülər, İsa əleyhissalamı başa düşürdülərmi ya İbrahimi? Qabaqca başa düşmürdülər. Musa nə qədər zülüm çəkdi bu. Deyir ki, mən yeganə adamam ki, quş dilini bilirəm hal-hazırda. Siz bilirsiniz quş dili nədir? Yox. Mən sizə bir şey deyim. Yəqin ki, Misir rəkamlarında Qor Allahının şəklini görmüşsünüz, qartal başdır belə. Başqa başlı it başı olanlar var, filan var rəsmlərdən. Məsələn, şey deyirlər ki, Süleyman Peyğəmbər bütün heyvanların dilini bilirdi. Mən sizə deyəcəm, bizdə al dili deyirlər, lal dili deyirlər, quş dili deyirlər, qarğa dili deyirlər, o danışıq var. Nədir bunlar? Vaxtilə bütün elm hamı üçün deyildi. Təəssüf ki, açdılar onu. Hansı elm edirsiniz? Hansı elm olur olsun, onlar əhali üçün deyildi, müəyyən qrup üçün idi. Məsələn, kimyaçılar, burada sizin ixtisasınız nədir? Təhsilimə görə mən ixtisasçıyam. İqtisadçı. İndi baxın, burada iki kimyaçı otursun, formullardan başlasınlar kimyadan danışmağa, iki təbib. Biz onlara başa düşməyəcəyik ki. Onların öz tip dili var. Hər elmin öz dili var. Bunlar bizdə indi heyvan stili deyirlər, hətta heykəllər tapılır filan. Məsələn, Qor Allahı əslində qorxutdu mənbələrdə. Bu müqəddəs idi, qeyri-adi elmi var idi. Tutaq ki, fəlsəfənin məsələndə və kimyanı hamıdan yaxşı bilirdi. Bu, o dildə danışırdı öz ətrafındakilərlə, ona hali başa düşmürdü. Fiziklərin öz dili var. Filosofların öz dili, təbiblərin öz dili var. Dəmirçinin dilini filosof başa düşməyəcək. Bu deməkdir ki, yoxsa qarışqa danışır, ağılsızlıqdır da. Süleyman Peyğəmbər bir çox elmləri bilirdi, çox elmli idi, çox elmlərdən xəbərdar idi. Deməkdir bu. Elə də indi o deyir ki, mən quş dilini bilirəm. Fəlsəfədə bizim mifoloji şeylərin açılmağında onun açarı var, onun dilini bilir. Orada biraz da mən bir neçə şey yazmışam o sahə üzrə. Qastrosofya kitabında vermişəm, söz mətbəxi kitabında vermişəm, hərflərin dili, rəqəmlərin dili, filanların dili.
Bu başqa bir yanaşmadır. Yenə deyirəm, biz kim yaşayır? Ha, bundan danışır, ağzına gələn laboratoriyada orada o maddələrin adı falan hamısı qarışacaq bir-birinə. Biz duz deyirik, o natriklor deyir. İndi nətər başa düşək biz onu? Duz demir axı bu. Və o dilin bizdə hal dildə var, quş dildə var, qarğa dildə var. Bizdə deyirlər, heyvanların dilini elə qəşəng bilir ki, ağaçların dilini bilir. Druizmdən gələndir. Və bu dillər, o da deyir, mən quş dilini bilirəm, çox doğru deyir də. O öz elminin dilini bilir. İndi mesela Ariflərin yanında o. Mən Arifəm, işarədən deyir qananam. İşarələrlə verilir çox şey. Bu nağıllarımız, bizim əfsanələrimiz, folklor bilirsiniz nədir? Gizlədilibdir. Elə bilin ki, güzgü, qabarıq güzgüsə biz onda çox böyük görünəcəyik də. Çökək güzgüdə balaca görünəcəyik. Xalq folklorda bütün həqiqətləri bu güzgülərdə gizlədilib. Alimin işi, əgər quş dilini bilirsə, o demək ki, güzgünün qırılma bucağını bilir. Oradan o güzgüyü düzəldir və görür ki, düz güzgüdən nə olacaqdı və həqiqəti cəmaata göstərir. Bu məncə, mənim düşüncəmdə bu deməkdir. İndi mənim də qoyacaqlar uydu-uyduya hər yerdə deyəcəklər, tar mənim kişi danışır. Bunu desinlər. Deməli, o paylaşmanı Şah İsmail Xətaya görə etdiniz. Hamısı mən tez-tez edirəm. Baxıram, nəsə xoşuma gəldi eləyirəm orada. Şah İsmaili mən çox sevirəm. Mən Nizami ilə söhbət edirəm, Şəbüstəri ilə danışıram. Şeyx Seyyid Yahya Bakuvi ilə əslində o Şirvanidə onunla söhbət edirik. Gülşəni Bərdi ilə danışırıq. Siz də sufisiz onda, belə? Yox, mən öyrənirəm, mən oxuyuram. Mən kömkəmiz oradan fırlayıram, elə-belə qazandan görürəm deyim. Mən, məsələn, bəzi şeyləri Cəlaləddin Rumidən öyrəndim və Cəlaləddin Rumidən mən çıxış edərək sevgi mətbəxini yaratdım. Cəlaləddin Ruminin də söhbət eləmək üçün gərək Şəms Təbrizi ilə eləyəsən, biləsən, başa düşəsən, nə var, nə yox. Yəni, bunlar hamısı bir-birindən bağlıdır. Mən Quran-ı Kərimdə, İncildə, Tövratda, Buddizmdə qidaları axtarıram. Niyə yeyirlər, nə cür yeyirlər, nə ilə bağlıdır. Əfsanələr, mən Nizamini oxuyanda, Nizamidə bizim mətbəximizi axtarıram mən. Amma təbii ki, hər şeyi oxuyursan, başlayırsan analiz eləməyə. Və onda da başqa şeylər çıxır da. Amma o deməkdir ki, bu mənim gəldiyim qənaətlər mütləq həqiqətdir. Yox. Bu mənim qənaətlərimdir. Mənim düşüncəmdən, məsələn, yenə deyirəm, mən Salvador Dali'ni lağa qoyurdum. Zamanın, onun saatla, zamanın necə, nə məfhum olduğunu başa düşən və yaxud da onun, deyirdim, bu nədir çəkibdir, Bakıra qız rəsmi var onun yanında, Fallas yanında, uzaqda da bir at durub, buynuzdur. Mən axı əfsanəni bilmirdim ki, axırıncı burnunda buynuz olan, Yezinə Rogda tək buynuz olan at öləndə dünyada Bakıra qalmayacaq, Bakırəliyin simvoldur. Onu bilmirdim, axı mən bu əfsanəni, bu nağılı bilmədən, baxıram, deyirəm, buna güc-güclü şey çəkib. Sonra fiziologiyanı bilmədən ki, 16-18 yaşında qızın hissləri nədir, gənc uşağın, ya oğlanın hissləri nədir, mən onu necə başa düşə bilərdim. Amma Salvador Dali bunları bilirdi. İndi o vaxt ki, Tahir Əmiraslan nöqteyi nəzərindən Salvador Dali doğrudan dəlidir. Amma indiki Tahir Əmiraslan fikirləşir ki, Salvador Dali Koroğlunun dəlilərindən dahi imiş bu. Bax, bir adamdır, mən elə də fikirləşmişəm. Düşünmüşəm ona qiymət verəndə də, özümdə çörüb getmişəm, çünki qanmırdım. Qanmaz idim. İndi başqa cür düşünürəm. Bu bir adamdır, eyni bir rəsm haqqında, eyni bir rəssam haqqında iki fərqli yaşlarda fərqli düşünmüşəm. Nizamini oxuyanda biz orta məktəbdə ya sonra ya indi tamam başqa-başqa anlayırıq. Misal, amma Firudin Dilarə bəy, misal üçün deyir, mən hər gün oruç saxlayıram. Siz də dediniz ki, illərlə oruç saxlayır. Bu da bizim dinimizə ziddir. Peyğəmbər qadağan edir. Amma kim deyir ki, o dinə görə saxlayır orucu? Bunu niyə görə dinə görə saxlamalıdır orucu? Ən azından yox, niyə? Hesab edirik ki, müsəlman belə etməməlidir. Bizdə kim harda yazılır ki, müsəlman belə etməməlidir? Yazılıbdır ki, Quran-ı Kərimdə müsəlman bir il oruç tuta bilməz. Bir ay tapşırılıb. Gün aşırı tuta bilər. Yox, bir ay müsəlmana deyib ki, oruçluq ayında bu ay oruçdur. Bu şərt qoyulur da, lazımdır filan. Kim deyir ki, bunu bir il emin olmaz? Tutanlar var idi, Peyğəmbər ona qadağan istedi, gün aşırı tutulacaq olmasa. Quran-ı Kərim, mən
Ha, Peyğəmbər rəhmətə gedəndən sonra 3 dəfə onun haqqında olan hədisləri yoxlayıblar. 300 mi, 500 mi hədis olub. Peyğəmbərin öləndən sonra əshabələrin danışdığı neçə min hədis var. Sonra da alimlər yığışırlar bunun səhihliyini yoxlamağa. Bir quyuya bir molla vəcdə gəlir, bir dənə ağzına gələn danışır, şeir nəzatından bir daş atır, sonra 100 dənə alim onu oradan çıxarda bilmir. Bu bilirsiniz, konstitusiya var. Azərbaycanda milyon dənə qanun var. Konstitusiya uyğun olan qanun doğrudur. Uyğun deyilsə o qanun deyil. Əgər konstitusiyada varsa bu, bizim də konstitusiyamız Allahla müsəlmanın arasında olan müqavilə Qurandır, düzdür. Konstitusiyamız budur da, anayasamız budur. Anayasada bu var mı? Yoxdursa deməli yoxdur da. Şərt qoyulmaq, adət, idarəçiliyə namaz qılmaq da yoxdur. Neçə rükət, necə və s. var. Quranda namaz deyilibdir, 5 dənə namaz olmalıdır, amma forması yoxdur. İnsanlar Peyğəmbərin görünən namazları kimi namaz qılarlar, amma görünməyən namazlarını siz bilirsinizmi? Ərş-i gedəndə Allah Taala əvvəlcədən neçə də namaz buyurur Peyğəmbər? Gündə neçə saat var? Bir namaza girib çıxmaq, hər şey dəstəmaz almaq, namazı qılmaq üçün nə qədər vaxt lazımdır? Bir yarım saat keçəcək, gündə 25 saat var. 24 saat deməli adam daimi olaraq namazda durmalıdır. Ya Allah səhv eləyirdi? Niyə biz belə düşünməliyik ki? Yuxarıdan qoyulandan artıqıq mı biz? Sizə kim deyir ki, başqa cür namaz qıla bilməzsiniz? Və biz eləcə hücum eləyirik. Mən beləyəm deyən, o da elə olmalıdır. Niyə elə olmalıdır? Niyə mənim kimi olmalıdır? Bəlkə mənim tərsim olsa yaxşıdır. Siz dindəsiniz də, nə vaxtdan dindəsiniz? Mən həmişə dində olmuşam. Amma onda mən institut qutarandan sonra 86-cı ildə Qüdsdə yeni qida nəzəriyyəsini açıqladım. Açıqlayandan sonra məni Leninqrada müəllimlərim çağırdılar. Mən də onların qabağında əsirdim ki, nəzəriyyəni bizə də açıqla. Və 97-ci ildə nəzəriyyəmi açıqlayanda mənim müəllim Nikolay Ivanoviç Kovalyov dedi ki, o 300-dən çox elmlər doktora yetişdirib, böyük alim. Tahir məndən çox-çox qabağa gedib və mənə dedi ki, sən İslam və qida bağlı kitab hazırlayacaq. Paskalin Kuxnya kitabını mənə hədiyyə elədi, orada da yazıb, gözləyirəm. Mən başladım Quran-ı Kərimə girdim, başladım oxumağa, baxanda gördüm ki, mənim nəzəriyyəm o kitablarda var. O daha qabaq da indi ailədən olan tərbiyədən nələrsə var idi, daha düşüncəli surətdə dinə yönəlməyə səbəb oldu. Quranı araşdırmağa, İncili, Tövratı bir də başladım oxudum, bir də Zaburu, bir də başladım analiz eləməyə və bu sayədə yazılar yazmağa. Sonra da elə oldu ki, Allah Taala mənim fikrim müqəddəsi Məkkəyə apardı, gətirdi. Mən getmək istəmirdim, qorxurdum mən getməyə də. Həc idi yoxsa ki? Yox, mən fərqi yoxdur, həcc ümrənin o qədər fərqi yoxdur. O ayinlər, o oyunlar mənlik deyil. Mən başqa cür düşünürəm, başqa cür görürəm və orada da başqa şeylər görürəm. Gedəndə də başqa şeylər görürəm və mənim inamım tamam başqa cürdür. Amma mən müsəlman mədəniyyətində böyümüşəm. Quran-ı Kərimi qəbul edirəm. Allahın müqaviləsini. Qalan heç nə. Mən 94-cü ildə Singapurda olanda məndən soruşdular ki, sən müsəlmansan, deyirəm, sən sünnisən, şiə. Deyirəm, mən Məhəmmədiyəm. Amma sünninin şiəsiyəm, şiənin sünnisi. Sünnə qanundur. Əgər Quranın qanunu qəbul ediriksə, şiə də yerinə yetirən. Mən qanunu yerinə yetirənlərdənim. Məhəmmədiyəm mən. Onun dövründə, onun gətirdiyi Quranda nə var, ona inanıram, ona etiqad edirəm. Heç bir hədisi qəbul etmirsiniz, yoxsa ki, müəyyən... Hədis ona uyğundursa qəbul edirəm. Təbii ki. Yəni, mənə deyirlər ki, şeydən sonra, Peyğəmbərdən sonra bütün əshabələrdən toplanan, yadımda təqiq rəqəm 300-500 hədis olub. 3 dəfə bu təkrarlanıb, sonradan bu 10.000, 5.000 hədis hardan əmələ gəlib? Deməli, çoxu doğru deyil. Quranda zid hədislər də var. Qurandan gələn hədislər, Qurana inanıram. Quranda olan hədislər mənim üçün hadisədir də. Orada nəyisə göstər. Bəzən orada bir işarə verir. Həmən o əhvalat
İncildə daha çox açılıb, Tövratda daha çox açılıb, Zaburda açılıbdır. Bəzən oxuyuram onları, bəzən qədim mənbələrə girir. Bu demək deyil ki, Quranın hər sətrinin 28 mənası var. Təbii ki, mən hamısını onların başa düşə bilmərəm. Mümkün də deyil. Özdə mən Quranı təsvifkar həbcə oxuya bilmirəm. Mən tərcümədə oxuyuram da Quranı. Müxtəlif Azərbaycanca, Rusca filan. İndi oradan mənə nə düz çatıbdır, nə əyri çatıb, ona inanıram. Onu qəbul edirəm. Düzdür, təhlil eləyə-eləyə, analiz eləyə-eləyə həyatımdan. Amma təhlil beyin bəzən allada bilir adamı. İnsan bədənində ən etibarlı orqan mədə bağırsaqdır. Onlar adamı heç vaxt allatmırlar. Ürəkdə yalan danışa bilir, beyin də allada bilir. Deməli, həmin o təkrarladığımız paylaşmada söhbət xaşxaş və şərab rəmzinin sufizmdə rolu barədə. İndi mən sizə deyim ki, mən 30-dan çox 16-cı əsrdə kitabı qaldırdım, spirtsiz şərab var. Şərab dadları, o şərablar da çox gözəl şeylərdir, amma içində spirt yoxdur. Mən sizə bir şey deyim, bizdə araqlar var da spirtsiz. Pivə var. Yox, elə yox. Qədimdən Azərbaycanda istehsal olunur. Çal araq var, nanə arağı var. Düzdür? Nanə arağı da çəkirlər də. Gövhərdir əslində, araq da. Spirtsiz gövhərə deyirik, nanə arağı deyirik də adına. Otlardan hazırlanan çal araq deyirik. O distillə yolundan alınıbsa, araq tər sözündən, tərcih sözündəndir də. Ağ, ar, təmizlənmiş, arınmış ağ damlalardır. Biz tərlik taxırıq başımıza da, düzdür? Və buradan da, indi məndə də bu şərab deyilən, adı şərab yazılıb 16-cı əsrdə şərablar. Məndə 30 dənə o şərabın resepti var ki, onların içində heç bir spirt yoxdur və çox sağlam, çox gözəl, çox ləzzətli şeylərdir. Qida və din. Peyğəmbərimiz deyilib ki, o vaxtdır, dünyanın düz vaxt deyək də. Xəstəliklərin çoxu qidadandır, yeməklərdəndir. Mən bayaq dedim də, birinci o mənə gəlir, siz bütün bəlalar da, bütün xeyirlər dağızdan gəlir. Düzgün qidalanma, sağlam qidalanma. Sağlam qidalanma, düzgün qidalanma. O yaşadığın yerə görə, falana görə, siz nə bilim, xaricdən gəlibdir, Coca-Cola içilməlidir, təbii ki, zəhərlənəcəkdir də, ya qidanın tərkibi dəyişdirilir filan. Normal qidalanma sistemi insanı sağlam saxlayır və insanın düşüncələrini də sağlam saxlayır. Bizim milli bu yeməklərimiz, onlar sağlam həyat tərzi nöqtəsindən, nəzər nöqtəsindən nə qədər xeyirli? Çox sağlamdır. Bizim milli xörəklərimiz milli qaydada sağlanırsa, həddindən artıq sağlam və həddindən artıq xeyirlidir. Əgər milli qaydalarda yoxdur ki, siz yayın ortasında piti ya kebab yeyəsiniz. Ət yeyilmə vaxtı var, ət soyuqda yeyilir. Özdə indi qoyulan o, duzsuz yeyirlər. Azərbaycanda nutrisiolog və bir nəfər də dietolog yoxdur, yalan danışırlar. Dietologların, nutrisiologların təhsili 6 ildən aşağı deyil. Azərbaycanda o fakültə yoxdur. İndi yaranır. O danışılandan Sovet dövründə 260-dan aşağı düşəndə xolesterin həkim çağırırdı müalicə eləməyə, kül qalxırdı. İndi 160-dan yuxarı olanda hamı yürür. Bunlar düzgün istiqamətlərdir. Sizin yadınızdadır. Məndən biraz bir-iki sizdə. Siz baxın, bizim vaxtımızdan Dünya Sağlamlıq Təşkilatı deyirdim ki, hər adam 2 litr su içməlidir. Amma plastik butulkalar əmələ gələndən sonra suyun litri benzindən çoxdur. Böyük bir bazar əmələ gəldi. Sonra deyirlər, için. Amma bizim vaxtımızda da stolun üstündə həmişə qrafinov olur. Olsun da, amma 2 litr, 3 litr içmir də. Sizin çəkiminizlə, mənim çəkim ya Elxan Zalın dostumuzun çəkisi eyni deyil axı. O daha çox su içməlidir. Sonra Avropalı gəlsin bizim boyda, bizi çəkidə, o bizi qədər tərləmir. Bədəndən çıxmır. O bizdən az tüklüdür. Bizdən çox pulu qazanan tük olanlardır. Və tükül adamlar daha çox tərlir, daha çox duz lazımdır, daha çox su lazımdır bədəninə. Amma onun qədər lazım deyil. Suyu çox içdiniz, su bədəndə olan zəhərli maddələri güdü, həll elədi, apardı. Eyni zamanda da suda həll olan vitaminləri, mineral maddələri həll eləyir. Yenə üçün nə olacaqdır? Bədəndə olan maddələri, xeyirli maddələri də həll eləyib çıxardacaqdır. Bu, mən ən sadə şeylə danışıram. Mən getdim, gördüm. Məsələn, Şərq
Çukçaların yeməyinə baxın, uzaq şərqdə ya Yakutların yeməyi. Çukçalar var ki, tamamilə ot deyilən şey, bitki deyilən şey, meyvə deyilən şey yoxdur da yemirlər. Amma niyə sağlamdılar, niyə yaxşı yaşayırlar? Və yaxud da Hindistanda getdim, ot yeyənləri gördüm, qətiyyən ət yemirlər. Yəni orada antioksidantlar yoxdur. Burada da antioksidantlar çoxdur. Amma yenə də həmin xəstəliklər, həmin yaş, həmin yaşayırlar da. Bu yalanları cəmaata alver kimi qazanc üçün soxuşdururlar. Hər kəsin öz mühitinə uyğun, bədəninə uyğun qidalanma sistemi var. Bu günlərdə ölkədə əhalinin neçə faizinin artıq çəkiyə malik olması və piyələnməsi barədə statistika açıqlanıb. Rəqəmlər yadımda deyil, amma ki, siz necə fikirləşirsiniz? Yaxşı, yəni, öyrətməsi rəqəmlər deyil. Amma mən sizə bir şey deyim də, əgər Sovet hökuməti dağılana qədər biz baxsaq ki, Azərbaycanlıların sağlamlığı, kökəlməsi, filanı, bədənin artmağı, SSR ərazisində olan əhalinin və Amerikada çox fərqlidir. Amerikada çox böyük sürətlə idi, düzdür? Orada ilə qımanla əlaqədardır. İndi başa düşürəm. Sovet hökuməti dağılandan sonra kola, fanta, qıma ilə bağlı məhsullar, Amerikadan gələn məhsullar Avropadan daha çox gəldi. İndi biz başladıq Amerikanı çatmağa və ötməyə çalışacağıq. Qidan dəyişdi, gəldi, başladan başqa qida sisteminə keçməyə. Təbiət ki, dağıdacaq. Çünki Amerikada millət yoxdur, milli qida sistemi yox idi, toplanmışdı və orada yaradılan qəribə bir sistem yarandı və o əhali də ondan əziyyət çəkir. Biz də əziyyət çəkəcəyik. Demək istəyirsiniz ki, bu məsələlərdə, problemlərdə milli bizim yeməklərin bir rolu yoxdur. Rolu, yeməklərin rolu böyükdür, amma Azərbaycan mətbəxindən yox. Heç kim sizə demir ki, məhz milli yeməklərin rolu belədir də. Qabaq biz səhər-səhər xaş yeyirdik. Çox gözəldir, bu da bağlı. Xaş yeyəndən sonra saat xaş 4-də 5-də yeyilir. Namazdan sonra. Xaşdan başqa həlmaşı yeyirdik falan, bunlar çox güclü yeməklərdə var. Ondan sonra yatın belinə gedirdik, qoyunları otarmağa, ya gedirdik işləməyə. İndi xaşı yeyib, həmin miqdarda gəlib kabinetdə oturanda şişəcəksin. Bu da xaşın nə günah var? Yeməklə onu bir vedra, bir qaşıq ye, bir boşqab ye də, oturduğun, xəstəliyin qədər qazanmalısan. Biz xəstəliyimizdən artıq qazananda o pul massası artır, oğrun da göz orada olur, orqanların da göz orada olur, başına bəla gətirəcək. Yığılmamalı, piyi də yığmaq olmaz, şəkəri yığmaq olmaz bədənə, o boyda yemə. Xəstəliyin qədər qazan, qazandığın qədər xəstə. Bu fiziologiyada da tam normal bir şeydir. Deyilənə görə Azərbaycan dünyada birinci yer tutur onkologiya xəstəliklərinə görə. Hamısı, onkologiya xəstəliyinin 3 səbəb, əsas səbəbi var. 3 əsas səbəb. Sosial səbəblərdən başqa, həkimlərin pul qazanmağından başqa, yalanlarından başqa. İlk səbəb radiasiyadır. Bakıda radiasiya fonu rayonlarımızda o qədər yoxdur. Yerdən neft çıxır, neftlə yodun izotopu çıxır. O 8 ay yarım, onun yarım parçalanma dövrüdür. Onu çıxardandan sonra neftin yanında çıxan su ilə bir yerdə geri vurmalılar. O da hərdən çıxır, havaya da düşür və bu var. Amma bu o qədər güclü təsirə malik deyil. O bir Çernobyldə olan kimi, o birlər kimi, ya Yaponiyada olan kimi. İkinci əsas səbəbi stressdir. Stres situasiyasına əhali çox salındıqca bu daha çox alınacaq. Üçüncü əsas səbəbi qida faktorudur. Qida dəyişdikcə rak artacaq. Siz Rusça bilirsiniz də. Sonra deyirsiniz, mən sizə rakı necə müalicə olunur, bu adamın yazdığı cavabı sizə verim, göstərim. Abi, qırmızı ətin olmayan... Çox qırmızı ət, çox gözəl şeydir. Amma qışda... Onkologiya məsələsi. Yox, qışda xeyirdir. Yox, xəstənin qidalanmağı, sağlam adamın qidalanmağı fərqlidir. Şəkər xəstəsindən saxaroza verməməlisən də, olmaz. Amma beynin saxaroza lazımdır. Deməli, başqa cür şəkər alınmalıdır, başqa miqdarda, başqa formatda. Daha az yeməliyik mi? Su artıq içiləndə yaxşıdırmı? O da ziyan eləyəcək də. Miqdarında və qışda, ətin vaxtı, qırmızı ətin yeyilməsi vaxtı isti hava deyil. Soyuq havada yeyilir ət. Yenə də çukçalardan yakutlar əti hətta pişirmirlər. Soyuq olanda əti kəsən kimi atırlar maroza və onu rəngəliyib yeyirlər.
Fıstran qaynına çiğ deyil o. Soyuq da əti pişirir. Ha. Kartofu soyuqda sızaq vuranda ne olur? Şirin dadır da. Kraxmal parçalandı artıq. Hücre arası şeyler qopur da. Düzdür? Ona göre de soyuq da pişirir. O deməkdir ki, hamı eyni olmalıdır, eyni cür. Amma xəstələrin yeməyi üçün 15 pəhriz stolumuz var, xəstələrin sağlığında. Müalicəvi qidalar da var, pəhriz qidalarımız var. 15 pəhriz stolunda hərəsinin altında bir 2-3 dənə əlavə stol var, bir 40-45'e çatır. Pəhriz adam arıqlatmaq üçün deyil, sağlamlıq üçündür. Bu pəhrizin anlayışını da biz alt üst eləmişik. Və bunları biləndə hər şey yerində olur, düzgün eləyəndə. Biz günahı həmişə kənarda axtarırıq. Sovyet illərində Sovyet Targoviya qəzetində oxumuşdum ki, Almaniyada qanunla təzə bişmiş çörəyin satılması qadağan olundu. Bir sutka keçməlidir ki, sən o çörəyi sata biləsən. Almanın qidalanma sistemi. Almaniyada. Başa düşürəm, Almaniyada yaşayan Nemesin qidalanma sistemi bizimkindən eynidir. Nemes qədər ət yeyən yoxdur. Tamam, başqa sistemlərdir. Bizdə bir məsəl var, itin qarnı yağ götürmür. Hər adamın özünün qidalanma sistemi var. Hərdən birdən onu pozmaq olar. Biz isti çörəyinə nə yeyirdik? Mütləq döymən görürdük, yağla qarışdırıb və pendirlə. Elə-belə yemirdik. De bunun hamısını... Bizə ziyan eləmir, isti çörək yemək. İsti çörək, bir dənə zavod çörəyini bütün isti yemək öldürəcək, ziyandır. Bir böyük qazan, xaşı yiyib gedib oturmaq ziyandır. Amma bir acına yemək xeyirdir. Zəhərin miqdarı çox olanda adamı öldürür. Az miqdarda dərman da o xeyirdir. Başa düşürsünüz, heç biz günahı kənarda axtarırıq. Günah şeytandadır. Bu Adəmlə Havva özləri yedilər. Ona görə Allah Taala qoaladı. Şeytanın funksiyası almanı yedirtməkdir də. Yeməyəydin ya barı daha doğrusu. İndi xristianlar alma deyir, müsəlmanlar buğda deyir, amma nə buğda deyir, nə alma. O barı yedizdirməkdir. Sən döyə-döyə yedizdirdi həvayla Adəmi, yoxsa nətər? Özləri istədilər, yedilər də. Niyə günah? Biz başqasını da axtarırıq, başqa yeməkdə, başqa şeydə. Adam kimi yaşadı. Qatıq ilə yoğurt arasında fərq nədən ibarətdir? Eyni şeydir. Adları fərqli. Eyni bakteriyalardır, eyni şeylər. Mən demək xoşlayıram da, onlar bir rəngdə olub da, yoğurtlar. Bir də dedim ki, görün bu ağ rəngdə olan yoğurtu aldım Almaniyada, dadına baxım. Bizim qatıq da... Qatıqdır, qatıqla yoğurdun heç bir fərqi yoxdur. Yoğurt rəngarəng ola bilər, qırmızı da ola bilər, qara da ola bilər. Mən bir də Facebookda qoymuşdum, qırmızı göy də ola bilər. Məsələn, onu niyə belə baha satırlar bizdə? Ayrıca yoğurt kimi satırlar, qatıq ayrı bizdə marketdə. Mən evdə, evinizdə uşaqlıqda nənəniz sizə qatıqla mürəbbə, qatıqla bəhməz, qatıqla bal veribmi? Dadmışıq da yemişik. İndi bunu Danon Almanlar düzəldib bizə satırlar. Allah ağıl versin, o mənlik deyil artıq. Bu gələn qonaqlar hamısı siz yaşıl çay təklif edirsiniz. Yaşıldır, kim istəyir qara da veririk. Siz nə vaxtda başlamışsınız yaşıl çaya keçmişsiniz? Ya tam yaşıl çay satışda olandan və əlimə keçəndən mən birinci tələbə elmi işim olubdu. Mənim 80-ci ildə birinci kursdaydım. Çay Azərbaycan mətbəxində. O vaxtdan mən çayla tanış oldum və o vaxtdan həmişə yaşıl çay arayırdım. Əvvələ gələn kimi başladım. Çindən alırdım, Hindistandan alırdım falan. Yəni bu ölkədə satılmırdı o vaxt. O vaxt yox idi. Amma indi hər yerdə var da yaşıl çay gözəl şeydir. Bu fermentasiyadan çox keçmir və təzyiqi də normallaşdırır. Radiasiyanı bədəndən çox gözəl təmizləyir. Kompüterin qarşısında otururuq. Ona görə yaşıl çay o radiasionlu faktorların içində yaşıl çay çox kömək edir. Bayaq da dedim, stronsium bunda yaşıl çay stronsium 90'ı bağlayır və bədəndən xaric edir. Yəni daha qara çay içmirsiniz də siz? İçirəm hərdən, qara çay da içirəm. Əsasən yaşıl çay. Əsasən yaşıl çay, ləzzəti mənə daha xoşdur. Çox pay yaşıl qara çay. 70'in 30'a deyək də belə. 70'in. Ziyanı var mı yaşıl çay ümumiyyətlə? Yox. Amma artıq içiləndə əlbəttə ki, hər şeyin ziyanı var. Qara çayda çox içsəniz, ağ çayda, göy çayda hamısının ziyanı var, çox olanda. Yəqin bilirsiniz, yaşıl çayın istehsalında daha çox xərc çəkilir. Yox. Yoxsa qara çayın istehsalında? Qara çayı da fermentasiya daha çox gedir də, əlavə onu qızdırmaq, vaxt falan daha başa gəlir. Ay sağ ol. Bəs niyə onda
Yaşıl çay qara çaydan bahadır. Bazaran xüsusiyyətləridir də. Niyə su benzindən bahadır? Mağazası Perrier var, 200 qramlıqdır, 150 Siz qram. burada bir siyasət söhbətini görmürsünüz. Yox, o siyasət deyil, o bazar oyunçularının oyunlarıdır. Qırmızı şərabı reklam edir, hamısı menecerlərin işidir. O. Yaxşı, onu da sualı belə qoyum. Deməli, bir var soyuq sıxılma yağı, bitki yağı, bir də var O daha marketlərdəki yağ. Yox, marketlərdəki bilmirəm yağdır, yoxdur. Soyuq sıxma bütün yağlar daha yaxşıdır. Özdə yaxşı olar ki, dəmirlə çıxartmayın. Məsələn, mən bir xanımla tanış oldum, onlar burada yağı sıxırlar, palıd şeylə sıxırlar, ağaçla sıxırlar. Dəmirdən yox. Çünki dəmir başlayır qızmağa. Bakıda var. Sonra şey deyim sizə, məsələn, unu elektrik dərmanlarında üydəndə qızır axı. Qızdıqca yüngül efir yağları uçur. Amma daşı eləyəndə daş qızmır o qədər. Daş isti olur, soyuq olur deyin, o efir yağları uçmur və daş dərmandan, su dərmanında yavaş-yavaş fırlanır deyin, qızmır. Çıxan unla pişən çörək daha ətirli olur. Bu sadə kimyadır bu. Yəni sualım ondan ibarətdir ki, rafinə edilmiş, rafinə prosesi. Rafinə olunmuş, rafinə olunmuş yağlar, un, daha çox hamısı ziyandır. bilirəm, daha çox onda xərclənir istehsalçı tərəfindən, elə deyilmi? Bir var sıxırsan, verirsən, bir var ona daha çox gəlir. Nəsə Daha çox gəlir gətirir. Və ona niyə ucuz satırlar? O rafinə edilmiş, dadı dəyişdirilmiş, yaxşılaşdırılmış. Niyə ucuz satırlar ki? Yaxşı şeylər həmişə baha olur. Çünki o yaxşı şey deyil. Yəni bu həmin siyasət deyilmi? Yaşıl çay məsələsində də burada da. Bunu nə qədər çox satsalar, dərmanları o qədər çox alacaqsınız. FAO ilə VOZ birləşdi. Trump niyə FAO-VOZ-a pul ayırmaq istəmir? Deyir, jülikdilər. Xəşil siz Çox gözəl xörəkdir. Ha, qış xörəkdir də. qış. Ətlə xəmir qışın malıdır. Qış səhər xəşil çox gözəl. Xəşili çörəklə yemək olar. Yoxdur. Ona görə bizə İranlılar Sovet dövrü söylədilər ki, çörəklə yeyən köpək uşağı. Xəmirdir də, xəncəli çörəklə yemək olar mı? Xəmir nədir? Mən də yeməmişəm. Çörək amma Yoxdur, nə indi kimsə güclü, mənə kimsə xəstədir. talışlardan mənə keçdi. Mən də başladım sonra xəşili çörəklə yeməyə. Yox, bilmirəm, halçların xəşirlə çörək yediklərini bilmirəm. Bir dənə dadına baxarsınız onu. Sonra bu Azər bayramına siz toxunmusunuz. Azər bayramı. Azər bayramı qışı qarşılamaq idi və Novruzdan daha möhtəşəm idi. Təəssüf ki, onun haqqında yazılar az qalıb. Bir Yusuf Vəzir Kəməncəməninin də biraz qalıbdı və o yazır ki, Azər bayramı şeydən daha möhtəşəm idi. Mən o bayramın xörəklərini bərpa elədim. Deməli, 21 noyabrda köç qayıdırdı. Qoyunlar, heyvanlar özünü tutub, 30 noyabrda heyvanın qırımı idi də ki, ətini yeməsin. Qışda nə qədər heyvan lazımsa, saxlasalar həm ot yeməlidir, yem yeməlidir, həm də arıqlayır. Heyvanları kəsirdilər, qurudurdular və yaxud da qovurma eləyib qablara doldururdular, plan əti saxlayırdılar. Baş ayağı buzluqlara qoyurdular plan pişirəndən sonra, amma ciyər, kəlatı saxlamaq olmurdu. 30-unda bayramda daha çox xörəkləri bir də eşeğin üstünə birini mindirirdilər, o da üstünə soyuq su tökürdülər, orada gedir deyirdim, istedi soyuq su tökdü ki, ona qabaqca bu xəşil, hörrə kimi şeylərlə yezdirirdilər ki, bədəndə yer yaratsın. O 30 noyabrda Azər bayramı idi. Ondan sonra qapı pəncərə bağlanırdı 21 dekabrdan hər şey düzə, ocaq evin içində, heyvanlar evin içində filan yemək və başlayırdı qışın oğlan çağı kişilər bayramı 21 oktyabrda böyük çillə. Fevralın 1-nə kimi. Fevraldan sonra qadınlar çilləsi, 20 gün kiçik çillə, qadınlar çilləsi və Novruz. Bu qida sistemində də təsir edirdi. Heyvanları onda artıq kəsmirdilər, qonaqsız gəlirdi təsadüfən. Hazır ətləri filanlar istifadə edirdilər və bu vaxtı televizor yox idi, uzun qış gecələri telefon yox idi, uşaq istehsal edirdilər. Yazda baxırdınız ki, bizim xanımların hamısı 3-4 aylıq boyludur. Kimin də xanımı boylu deyilsə ona pis baxırdılar. Bu bizim adətlərimizdir. Bu qışı qarşılamaq bayramı idi. Azər. Sonra gəlirdi yaz, yazı qarşılayırlar, möhtəşəm. Bizdə Kosa ilə keçər Novruzda gəlirdisə, həmin eşeğin üstündə oturulan adam da, o da qışı qarşılayırdı. Yəni mən qışdan qorxmuram. Üstünə soyuq su tökürürlər. Bədəndən par çıxırdı. O da
Ruslar necə qışda gedib girirlər suya və həmən o soyuq suya, buzun altına eyni adət başqa formada. Yəni kosmoqonik adətlər dünyanın hər yerində eyni sistemdə təkrar olunur. Ezoterikadan deməli az çox xəbəriniz var da sizin. Elə belə uzaqdan mən ezoterist deyiləm, nə din alimi deyiləm, nə həkim deyiləm. Sadəcə mən qazandan baxdığım kimi bəzi şeyləri bilirəm. Din deyəndə indi Şiə hesab edir ki, o 100% düz yoldadır. Sünnilər isə düz yolda deyirlər 100%. Mən üzr Və istəyirəm. əksinə olaraq Sovet dövründə qəşəng zavodlar var idi. Zavodda axrana biraz zəif idisə, qoğamıyorsa, fəhlə oradan oğurlayıb aparırdı və işlənirdi ki, mən o vaxt orada işləyəndə, bax, qardaşımı da oxutdum, bacımı da qazanırdım, gətirirdim, satırdım, onunla fəxr edir. Zavodda qapıda duran güclü idilərsə, buraxmırdılarsa, o adam sonra ömür boyu deyir ki, mən o zavodda işlədim, ömür boyu bir dənə çöp çıxartmadım, mən kişi kimi təmiz yaşadım. Fahişə fəxr eləyir ki, mən istədiyim şefi çəkdim, yedim, içdim, namuslu qadın fəxr eləyir ki, mən namusla yaşadım. Hər şeyi insan özündə necə deyim, doğrulda bilir. Qadınlar çox o kişilərlə mübahisə eləyəndə onlar mübahisə zamanı xoşbəxtlik axtarmırlar. Hər kəs öz doğruluğunu sübut etməyə çalışır. Həqiqət isə çox tərəflidir. Hər kəsin öz həqiqəti bəxtidir. Çünki hadisəni hər kəs özü bildiyi kimi görür. Siz danışırsınız, tanışdığınız adamlar sizin sözlərinizi hərə bildiyi kimi qəbul edir. Mən hərdən yazıram, görürəm, bir də deyirəm ki, zəhmət olmasa mən yazdığımı bir də oxu. Mən axı belə yazmışam. O öz bildiyi kimi qavrayır və muçur axtarmağa çalışır ki, desin ki, yoxsa mövzu da qalıb qıraqda. Bu təəssüf ki, insanlara xas olan bir şeydir və qananlar qanmayanlara borçludular, mənim atam deyildi. Güclü gücsüzə borçludur. Kimə Allah Taala çox veribsə, onun borcu çoxdur. Kimə az veribsə, onun hüququ çoxdur. Siz ya hüququ çox olanlardan olacaqsınız, ya borçlulardan. Və onu özünüz seçməlisiniz. hər tərəfinin öz həqiqəti vardı. Amma Ruslar deyir ki, istinadına pravda u всех свояdır. Ona görə gəlib biz o Evropa sevdiyini deyirlər. Onu gəlib axtarıb tapaq. Həqiqət də, ədalət də dəqiq məhumlar deyil. Ədalət ilahəsinin bizdə heykəli var da, Artemida görmüsünüz, gözləri bağlı, əlində tərəzi. Niyə gözləri bağlıdır, əlində niyə tərəzi var? İndi bizim orqanlar deyirlər ki, o həqiqətin tərəfindədir, heç nəyə baxmır. Yalan deyirlər, o kör. Qızı kördür, görmür. Tərəzinin bir gözünə daş qoyun, 5 kiloluk, o bir gözünə 50 qram brilyant. Daşın xeyrinə yazır. Kördür. Mən belə görürəm Artemidən, amma o bir tərəf deyir, yox, elə deyil, Artemidin gözü baxmır, görmür, həqiqətin tərəfindədir, heç nəyə baxmır. Bax, bir dənə Artemidin heykəlinə, ədalət ilahəsinə iki tərəfdən mən öz nöqteyi nəzərimi deyirəm, onlar öz nöqteyi. İndi mən deyə bilərəmmi ki, onlar səhv eləyir, ya onlar deyə bilərlərmi ki, Tahir səhv eləyir? Necə demək olar? Hərənin öz həqiqəti var. Bu ana südü vermək istəmirlər bəzən onlar balalarını, övladlarına figura saxlamaq üçün və s. Birincisi deyirlər, bizdə məsələ çox ana südündən yanıqdır. Uşağı yandırır. Uşağın genetikasını yandırır. Ana südündən ona yadımdan bəri verilən məlumatlar 2 il ərzində verilməlidir. İkincisi, ana öz bədənini məhv eləyir. Çünki süd verməyən anaların raq xəstəliyinə mastaq tutulma ehtimalı hardasa 70%-ə yaxın, 66% o birilərindən yüksəkdir. Çünki bu süd vəzləri sömürülmək üçün, əmilmək üçün, sorulmaq üçün yaradılıb. O əzələlər onun üçündür. İndi qadınlar nə edirlər? Qolların altına gedirlər, epilyasiya elətdirirlər lazerdən. Və yaxud da nənələrimiz qoymurdular o qolun altına qadınları yolmaq da olmazdı. Yalnız lezbiyanla götürə bilərdilər. Çünki 90%-dən çox süd vəzləri qolların altından gəlir. Hə, o süd vəzlərini məhv edir. Sonra ikinci nə baş verir? Uşağın ruzi sözündən əvvəl gəlir. Qadın bətninə şox düşəndə biraz başlayır şişməyə. Təkcə qarnı deyil. Uşağın və qadının dərisinin altında bir qat peyə oxşayan bir maddə yaranır, yığılır. O maddə əslində süddür.
uşağı əmizdirəndə 2 il ərzində o südlə o əriyir gedir. Amma onu verməyəndə o südü heç nə ilə əritmək olur. Qadınlar başlayırlar şişməyə. Bu iki tərəfli çox zərər verir həm uşağa, həm anaya. Amma yenə xəstə qadınlardan zıddan danışmırıq. Episod yazacaqlar. Elə qadın var ki, nəsə xəstəlikdən, nədənsə olur. Bəzi qadınlar indi qorxurlar boylardan şok düşsün. Uşağın anası, məsələn, uşağın ananın ürəyində infarkt varsa, bətinə şok düşəndə infarktla müalicə edilir. Bəs orasını, burasını şişirdirlər indi qadınlar. Nə var lan? Şişirdirlər dodaqlarını və s. Dütü şeytan Allah'a dedi də, mən sən yaratdıqlarını xarici və daxildən dəyişdirəcəm. Dəyişdirirdi. Burada nə var ki? İndi birazdan görürsünüz kişilərdə, bəzi şeylərdə bunların şişmələrlə, sifətlərin dəyişməklə bağlı seks shoplarda kuklalar yaradıldı. İndi o kuklaların satışı getdikcə artır və indi robot sisteminə gəldikcə artacaq, çünki kişilərə belə qadınlar lazım deyirlər. İstəmirlər artıq bu. Görürsünüz, oğlanlar evlənmək istəmir ki, mən qızlarda ərə getmək istəmirlər çox. Çünki öz təbii funksiyalarını yerinə yetirməkdən çəkinirlər. Bundan sonra biz gene vaxtında evləndik, bizim nəvələrimiz silikonla evlənəcək. Amma onun bir üstünlüyü var da, dənizdə zıdda o qədər batmalılar. Silikon yüngüldür də çəkir. Bəli. Dənizdə batmaq istəməyənlər elə evlənir. Bu Misir əhkamlarını toxunmuşsunuz siz. Demişsiniz ki, bəs o əhkamlara görə Günəş Azərbaycanda batır, həm də Azərbaycanda. Onlar yazır da, elədir də, onlar hesab edirlər ki, onların yazdıqlarına görə mənim düşüncəm deyil, mənim sözüm deyil. Günəş Azərbaycanda çıxır və yəni Xəzərdən çıxır, Azərbaycanda batır. Onun simvolikası da bax, Şəkidəki o Xan Sarayında görürsünüz 2 dənə şir, Ranın simvoludur da şirlər. 2 dənə şir gedirlər. Biri batan günəşi ifadə edir, biri çıxan günəşi. Və onlar orada Şəkidə də var, başqa şeylərdə də var. Azərbaycanda ay və günəş münasibətləri, ay ehramları, günəş ehramları odla bağlı. Ateşpərəstliklə və ayla bağlı türkçülükdən gələn çox güclü inanclar var və Şəkidəki Kiş məbədi də qabaq ay məbədi idi. Qız qala içəri şəhərə girəndə qapının üstündə görürsünüz şirlə öküz. Öküz ayın simvoludur, şir Ranın günəşin, çünki o rıçıdır. Bu isə ayda mum, çünki mu səsi verir, onların əmələ gəlməsi şeyləri var və onların ikisi də Bakıda var, o simvolların təsiri. Amma o Azərbaycanda şir günəşin simvoludur. O şiri də gördüyünüz şiri Xurşid indi deyirlər İran mədəni. Əslində ondan qabaq var idi, qədimdən bizim şahlarımız, padşahlarımız o simvoldan istifadə edir. Bu qız qalası barədə nə fikirləşirsiniz? Vallahi o qədər də heç nə fikirləşmirəm. Çünki mən orada qazanda hələ heç nə görmürəm. Amma təxmini mülahizələri oxuyuram və bilirəm ki, o çox pis bir nağıl uydurublar, güya ki, həmən qız qalası Türkiyədə də var, başqa ölkələrdə də var. Həmin şeydir. Dənizin ortasında olub indi. Dəniz çəkilən. Mayaq mənasında tikilibdir, alov mənasında 6-ya da oxşayır, 9-a da oxşayır filan. Müxtəlif mülahizələr var. Mən o sahəyə görə mütəxəssis deyiləm. Deyin çox dərinə getmirəm, amma Bakının simvolikası kimi seçilibdir və həmişə istifadə olunur və içəri şəhərdə tarixi bir məbəddir. Oranın qazdıqca altından ayrı şeylər çıxır, ayrı mənalar çıxır. Ola bilər o bir dənə olubdur, bir neçə dənə olubdur. Ola bilər, amma dünyanın hər yerində, çox yerlərində qız qalası formasında məbədlərə butiyə oxşadılıbdır. Butanın da əmələ gəlməsinin başqa şeyləri də yumruq vuranda qadınlar belə burada buta alınır. Alov simvolikası kimi də verirlər. Hərə bir şey düşünür və hamısı da haqlıdır. Həqiqətin müxtəlif tərəflərindən müraciət edirlər. Yaxşı ki var. Bu qədim Misirə qayıdaraq maraqlı bir fakt deyim sizə. Siz mənə yeməyin içinə salın, aparırsınız, tərkəz falan. Yox, siz
az çok bilirsiniz o sahəni. Az canım da indi görünəm. Yəni deyirəm, mən qida ilə məşğul olanda gedib çıxıram oralara. Ra, amon və s. Siz istifadə edirsiniz de bu ən az bu ifadələrdən. Güneş Allahı olur bunlarda Ra. Kim? Güneş Allahı Ra. Ra. Maraqlıdır ki, ləzgilər də güneşə Rav deyirlər. Rav. O hər yerdə idi də. Niyə Ra deyirlər? Prinsipcə dinlərin yarandığı yer isti ölkələr Afrika şeydir də. Orada baxsanız güneş öldürücüdür. Gecə həyatı daha güclüdür. Ərəbistanda da falandadır. Gündüz gedirlər, yatırlar, eləyirlər. Bizdə də günortaya kimi çəkçilər işləyirdilər. Günorta əylənirdilər ağacın altında. Öğlen yemeği yediler. Günorta yemeği. Dincəlirdi və axşam səhər düşəndə bir də çıxırdılar. Güneş öldürücüdür. Öldürücü heyvan şir, pələng, pişiklərdir də. Düzdür. Meşələrdə. Bunlardan da insanlar çəkinirdilər və onların səsi nədir? Pişiklər neyinirlər? Səslər rıçit də deyirlər. Ona görə Ra, onlar güneşə Ra deyirdilər və oradan o termin gəlir. Elə ki, amma ay gecə çıxırdı və ay bizdə kim bölüsdə yox, belə çıxır Afrikada. Bizdə də hərdən çox nadir hallarda olur. Və o, öküzün buynuzuna oxşuyur da belə. Öküz başını aşağı əyəndə, elə bil, və öküz, bu heyvanlar, buynuzda heyvanlar, onların səsi necədir? Məmu, ona görə mundu, ayın adı. Oradan gəlibdir və müxtəlif ölkələrdə, bizdə də, ləzgilərdə də ola bilər, talışlarda da, bizdə Azərbaycanlarda da, türklərdə də, farslarda da. Yəni, bu müxtəlif formalarda yayılıbdır. Ona görə Ra güneş Allahı idi, yandırıcı, öldürücü və həyat verici də aydı da. Çünki gecələr qadınla kişi yaxınlıq eləyir və uşaqlar əmələ gəlir. Gecələr bitkilər başlayır bitməyə, güllər açılmağa gecələr filan. Bu həyat simvolikasıdır və 28 gündən bir davam edir və ayla ildə 13 ay var. Güneş təqvimindən 12 ay edir də. O çünki 31-dən 28 gündən bir fırlanırdı və indi siz vursanız 2-3 gün toplasanız görəcəksiniz bir ayda alındı bir ildə. Onu da deyim ki, bədbəxtlik baş verəndə ləzgilər, ləzgi qadınlar deyirlər, səd oldu. Səd. Setlə. Ölüm Allah'ın setlə var. Bədbəxtlik, xaos, pis işlərin set idi də. Set. Sonra ləzgilərdə halva, onlar İzida deyirlər. İzida Allahı var, nə bilim, İzida, var dövləti. Azərlə, yox. İzida Misir ilə şeydir, Allahıdır. Asirisin Azərin arvadıdır. O Asirislə də İzidanın izdivacından Qorqot doğulubdur. Azər yeraltı dünyanın magmanın, yeraltı odun Allahıdır. Qorqot da, sonra ondan da Qoroğlu, Köroğlu doğulur, torpağın altından adına Köroğlu deyirik. Heç kim atasının kör olduğu üçün öz boynuna onu götürməz. Ləzgi dili qədim dillərdəndir. Yəni ki, hansı elementləri saxlayıbdır da. Talış dili də bəzi elementləri saxlayıbdır. Udin dili elementləri saxlayıbdır. Rus dili bəzi elementləri saxlayıb. Allah Taala dilləri qarışdırdı. Amma bütün dillərdə bəzi elementlər hər hansı dildəsə qaldı. Məsələn, bizdə mən əgər bu qadın simvoludursa paxlava, mütləq bunun qarşılığı olmalıydı. Dualizm prinsipindən 2 simvol olmalıdır. Mən getdim Rus mətbəxində tapdım ki, onlar deyir, biz Azərbaycandan buradan götürürlər, türklərdən kuliç hazırlayırlar, falas. Biz külçə deyirik, bərk olmalıdır, külçə şəklində olmalıdır. Onlar kuliç eləyirlər onu və üstündə də ağ görürsünüz, toxum mənasında ağ krem qoyurlar üstünə və o bərk olmalıdır. Sonra mən geri qayıtdım, bunda Ruslar bunu götürürlərsə, bunun qarşısında rombu da götürməlilər. Məlum oldu ki, pryanik əslində rombdur deməkdir. Qədimdən o formada olub və formasını dəyişməyə də sosial səbəblərlə bağlıdır tarixi. Ermənilərlə müharibə parçasının əməli başladı bu sahədə. Yeməkləri onları özləşdirirlər, siz geri qaytarırsınız. Mən 70 ildə üzr istəyirəm, onların Mikayel'dən daha çox güclü başlamada Ermənistan Nazirlər Sovetinin və Elmira Xəyməsinin başladığı bu təzyiqi, bu qurğunu tək başına qarşısına aldım. Düz 2022-ci ilə qədər, mən işdən çıxarılana qədər, ermənilər dünyanın 30
ildən çox heç bir tədbirində, yəni aşpazlıq tədbirində, yarışlarda, elmi konferanslarda, konqreslərdə heç bir yerdə bir dəfə Ermənistan iştirak edə bilmədi. Qarşılarını almışdım, dayandırmışdım. Mən işdən çıxan 17 martda Ermənistanın Milli İrs portalında rəsmi yayırlar. Bizim çoxlu musiqimiz, əsərlərimiz, nə bilim, geyimlərimiz və sair rəqslərimiz var idi. Bir də Azərbaycan xörəyi olmamışdı. Ən çox Azərbaycan xörəyi qalanda portalda 8 gün qalırdı. Mən işdən çıxdım. Həmən 22-ci ilin dekabrında 9 ay sonra artıq 250 xörəyimiz onların portalında yerləşdirilib. Mən oradan çıxana qədər ermənilər dünyaya getmədi. Mən çıxdım orada martda. Yayda artıq ermənilər Dünya Kulinariya Konqresində bir 15 nəfərlik komanda ilə gəldilər. Ondan sonra 23-cü ildə ermənilər birinci dəfə qızıl medal aldılar yarışlarda. Dünya Təşkilatının prezidenti oyunlarından asdı. Və bu hadisələr çoxdur. Ən axırıncı nöqtənin Mikoyan çox güclü bir iş gördü. Mikoyan qədər güclü düşmənimiz yoxdur. Mikoyan deyiləmək. Paşinyan. 2025-ci ilin oktyabrın 31-də Nazirlər Kabineti iclasında Mikoyan Milli Mətbəxi əsirləmişdi və dedi ki, Ermənistan Milli Mətbəxi Ermənistan təhlükəsizlik strategiyasının əsas elementlərindəndir və milyonlarla pul ayrıldı. Vəssalam. Mübarizəmiz budur. Bizimkilər də, bizim turizm agentliyi filan bir çox elementləri və bunları onların güclənməsinə dəstək verdi, şərait yaratdılar. Dediniz ki, Paşinyan çox güclü düşmənimizdir də bizim. Paşinyan kimi ağıllı, ilan kimi düşmən yoxdur. Paşinyan dost deyil. Paşinyanın gedişinlə əgər sülh imzalansa, sülh sazişi, Ermənistan niyə qədər tutduğu qeyri-qanuni Rus imperialistlərin onlara verilmiş torpaqlar legallaşır. Türkiyədə qol çəkişi Azərbaycan 29.000 kvadrat metr deyirsiniz. Bunun hamısı. Onu biz yoxsa da qəbul edirik də. Yox, qəbul kim qəbul edir? Hələ tanımıram. Sülh müqaviləsi yoxdur. Bu bir. İkincisi də ki, əgər Sarkisyan da o biri də açıq-açığına deyirlər ki, Ruslar bizim arxamızdadır, Ruslarla qaytaracaq. Paşinyan deyir. Paşinyan deyir, yox, mən Amerika ilə, Avropa ilə deyir də Qarabağı qaytaracaq. Bunun arxasına sadəcə başqa güc alır. Onlar hiss edirlər ki, Rusiya gücdən düşür, başqa güc alıb gənə həmən şey eləyəcəklər. Paşinyan heç də siz onun deyilən o siyasi hərəkətlərinə baxmayın. Paşinyan çox ağıllı, çox güclü düşməndir. Amma o da var ki, o gəlməsəydi hakimiyyətə anti-Rus olan Paşinyan, Rusiya ondan üz çevirməzdi və bu Allah Siz yadınızdadırmı? Dudayev deyirdi ki, Ukraynada müharibə olacaq. Onlar hamısı qabaqcadan planlaşdırılmış şeylərdir. Və bu günü dünya başında olanlar Ukrayna-Rusiya müharibəsindən böyük pullar qazanırlar. Silah satanlar, su satanlar, ərzaq satanlar, dərman satanlar filan çox böyük korporasiyalardır. Bunlar sülhdən də pul qazanırlar, ondan da. Dolların düşməyindən, qalxmağından da pul qazanırlar. Bunlar hamısı pul qazanmaq metodikalarıdır və dünyanı ona görə çalxalayırlar, başqa şeyə görə yox. Çin də kirmitçə durubdur, Çinə də bunlar xeyir edir hələlik. Yəni, mən siyasətçi deyiləm, mən düşüncəmi deyirəm sadəcə. Kamil Səlimov'da müsaade götürmüşdüm. O demişdi ki, Qarabağ müharibəsi planlaşdırılmışdı və mən qısaca elə bunu çıxarış kimi verdim və çox yayıldı o xəbər. Ola bilər, yəni ki, planlaşmamış siyasətdə heç nə yoxdur. Çox nadir hallarda nəsə olur. Sadəcə Allah can sağlığı versin, bizim prezident o beynəlxalq aləmdə olan bu oyunlar, bu planların arasında olan çaxnaşmadan, ziddiyyətlərdən və üstə düşmələrdən istifadə elədi. Bu məqamda Qarabağı götürdü və Xankəndinin boşaldılması bir çox beynəlxalq güclərin planlarını zəiflətdi. Qarabağın orada olması ermənilərin də Ermənistan ümumiyyətlə Vatikanın proyektidir. Deməli, bunlar hələ ki, rəsmən əl çəkmirlər də Qarabağdan, Paşinyan özü də. Heç kimə çəkmir. Həmən konstitusiya, bizimkilər yenə də deyirlər, konstitusiyadakı o şey çıxsın və onların o qətnaməsi var idi. O ləğv olunsun, heç olmasın bir balaca, çünki bir də o ləğv olunan kimi dərsliklərdən çıxarılmalıdır və yeni nəsil normal tərbiyə olunmalıdır. Həm də bu xətt açılsa Ermənistana xeyirdir və bu
AHT-də məcbur olacaq bizlə oynamağa, o məcbur olacaq. Siz elə bilirsiniz Gürcüstan bizi sevir. Bu məcburdur bizlə oynamağa. Siz elə bir Gürcüstandakı Azərbaycanlılar çıxarılmırdı oradan, sıxılmır, onlara olan təzyiq edir, ermənilərdən çox təzyiq edirlər. Amma İndi də. indi də. Çünki indi biraz cənə azaldıblar, amma altdan eləyirlər, yerlərin adını dəyişirlər, orada rəhbərlər özlərindən qoyurlar, reverans eləyirlər, filan eləyirlər. Çünki Türkiyə və Azərbaycandan hələlik asılıdırlar. O asılacaq olmasa və Qafqaza Rusiyanı kim gətirdi? Görürlər. Gürcülər 2 dəfə məktub yazdılar Rus kralına, çünki dinləri də ruslardan eynidir. Və özlərini də sonradan bizim müharibədə də özlərini bəlaya salırlar. Çünki Gürcülər bizdən asılı olduqları üçün məcbur idilər ki, Rusiyanın bizə qarşı planlarının qarşısında məcbur idilər durmağa ki, Rusiya onların qazını kəsdi, partlatdı. Azərbaycan öz qaz payından, o vaxt hələ bizdə qaz çıxmırdı, verdi onlara. Onlar məcbur idilər bizlə oynasınlar. Yəni bu siyasətdə qardaşlıq, dostluq heç nə yoxdur. Yadınızdadsa Türkiyə arada bir balaca istəmişdi ki, Ermənistanla əlaqələri yaxşılaşdırsın. Bizim cənab prezident dedi ki, biz onda nefti dünya qiymətlərindən veririk. Məscidi bağladıq, şəhərlərini. Və hamısı da, bunların hamısı çox dərin oyunlardır. Mən siyasətçi deyiləm və mən etibar edirəm cənab prezidentə, bilirəm ki, dərin oyunçudur. Bizdə olubdur Şahoğlu Şah Abbas. İndi də bu da Şahoğludur da. Yəni evdən, kökündən birdən-bir hakimiyyətə gəlməyibdir. Heydər Əliyev kimi bir böyük bir oyunçunun, böyük bir siyasətçinin yanında böyükdür. En azından məktəbdir bu, çox güclü məktəbdir. Və bunun bildiklərini biz bilmirik. Bir çoxları bilmir. Yəqin ki, bir nə isə bilir də. Niyə biz narazı ola bilərik, razı ola bilərik, xoşumuza gələ bilər. Bütün insanlara və siyasətçilərə münasibət müxtəlif ola bilər. Amma biz axı o, bilirsiniz, səma ilə bir samolyot gedir, təyyarə, vertolyot gedir. Görür ki, aşağıda dostlar da çayda gəmiyi qoyub içə-içə gedirlər. Yuxarıdan xəbər göndərir ki, bir 2 gündən sonra çatacaqsınız, 500 kilometrdən sonra çay 2 yerə ayrılır. Bax, sağa dönün. Sağ tərəf yaxşıdır. Sol tərəf yox. Bunlar da yiyir, içirlər, gəlirlər, yadlarından çıxır, biraz da beyinləri dumanlanır falan. Gələndə görürlər ki, ya sayın sol sahili sən demək, gül-gülü çağırır. Məşəlik sağ tərəfdə səhradır. Otururlar ki, bizim sağda nə işimiz var, bəlkə biz anladıq, bəlkə yalan, ya düz başa düşməmişik. Yəqin o gələndə sağdan solu dəyişirik salıq, oradan bəri gəlirmiş falan. Və dönürlər sola. Biraz gedəndən sonra lotkadan bir yerdə düşürlər qayadan, məhv olurlar şəlalə ilə. Amma sağ tərəfə getsələr birazdan dənizə çıxacaqdılar. İnsanlarda bu şey belədir də. Biz, bilirsənmi, prezident, onun ətrafa, ya daha çox Amerikada olanlar, orada olanlar, yuxarıda olanlar daha çox görürlər. Biz isə özə görürük, burada gül-gülü çağır. Mən niyə sağa dönəm, səhraya niyə gedirəm? Düşüncəmiz başqadır. Biz istəyirik, bizdən bəziləri deyir, mən prezident olsaydım, nə bilim, nazir olsaydım, bir arvadı 2 uşağı idarə eləyə bilməyiz. Nə qədər hasant bir şeydir, nəyə görə bu? Hamı ağıllıdır, hamı Fuad Məhmədovdan da ağıllıdır, Qənirəni söyürlər, Qənirədə Paşayevdən ağıllıdır, hamı prezidentdən ağıllıdır, bizim ölkədə hamı Gilərbəylidən ağıllıdır, hamı akademiyanın prezidentindən ağıllıdır. Bizimkilər Şah İsmail Xatai kimi idi ki, ya Nadir Şah nədir? Bunların indikilər qeyd idilər, onlar heç nə idilər. Başa düşürsünüz, bu yanaşmalar mənlik deyildi də, heç kim götürmür elə yanaşmalar. İşdən azad edəndə dedilər, bu ki, siz korrupsiyadan. Yox, mən nə deyirəm ki, mən də dedim də onlara, korrupsiyanın məşğul adamı verərdilər ya prokuraturaya, ya orqanlara, ya bu bir. İkincisi də mən getdim, soruşdum ki, bunun qohum qardaşını yoxlayardım, mənim hansı qohumum hansı vəzifədə işləyir və baxardılar ki, bunun oğlunun, qızının, özünün evi, eşiyi, nələri var qohumlardan başının qardaşının, burada nə var ki? Sonra ya da bu pulu yığıb afşoraza da yerləşdirmişim, afşoru da məndən yaxşı bilirlərdi. Getdim dedim ki, yaxşı halda siz ölkəyə... İndi mən deyim, mən sizə bir şey deyim də, axırıncı ən çox pul ayrılanda 200 minə yaxın pul ayrılmışdı, dövlət büdcəsindən var da o. Büdcədə var, qəzetlərdə də çıxırdı o. 200 mindən 17 nəfər maaş alırdı, 117 mindən məvacib idi.
30 min arenda verirdim. 200 mindən nə qədər oğurlamaq olardı qalanını ki, korrupsiyanın nə qədər, neyinmək olardı orada? Yəni siz bacarmamışsınız da bu işi. Yox, yox, 200 mindən artıq. 200 min puldur, 117 mini maaşdır. 30 min arenda. 150 mini getdi. 50 mində o gəlib gedən komandiroviçlə nə bilim şeylər verilir də, kompüterdir, işıqdır, qazdır filan. Bana deyin görün bu qalan puldan ildə nə qədər oğurlamaq olardı? Mənim yanıma gələndə bizim çox hörmətli nazir müavini və sədr müavini və yanında da adamlar məndən bir sualları oldu ki, siz 2 milyonu ildə hardan alıb xərcləyirsiniz? Birincisi mən deyirəm işə xərcləmişəm də sənət türündən başqa yerə xərcləməmişəm. Ev aparmamışam. Bir də dedim siz daha yaxşı bilirsiniz oğurlamağı. Zəhmət olmasa deyin 200 milyonla 2 milyonu necə oğurlamaq olar ki mən də oğurlayım. Mən də öyrədim də. Bu faktı da üzr istəyirəm. Mən korrupsioner idim. Heydər Əliyevin tapşırığıyla 97-ci ildə həmin Maliyyə Naziri indi Fikrət Yusuf sağdır, bizim dostumuzdur, çox gözəl insandır. Soruşa bilərsiniz ondan. Bir əcəb pul ayırdılar. 91-dən 97-yə qədər Milli Kulinariya Mərkəzi mənim cibimin və dostlarımın cibinin pulunun hesabına maaşlar verildi. Komandirovkalar saxladıq. Ayrıldı və orada bana xidməti avtomobil üçün pul da ayırmışdılar. İndi siz soruşun Fikrət müəllimdən, mən nə dedim, mən nə etmədim. O dövrdə pul az idi. Mən bir Jigulum var idi özümün 06-ım. Gönə sürürdüm. Mənim içim götürmədi ki, mən cəmaatın belə vaxtında mən özümə slujebli maşın alım və o pulu dərs qaytardım büdcəyə. Başqa yerdə xərcləmək olmazdı. Mənə dedilər, Tahir dəlidir. Üzr istəyirəm, mən nə qədər korrupsiya eləmişdim. Orada da yoxlayın, demək çox çirkinlikdir. Tahirin xaricdən, hardansa qazancından orduya nə qədər vəsait kömək elədi. Mənə ömürlük verilən pensiyonu ödəməyəcək. 600 manat, 500 manat, 50 manat pensiya kəsiblər. Mən üzr istəyirəm, mən necə korrupsiyanıyam onda? Ki, mənim nə prokuraturadan, nə bilim, nə hökumətdən, nə yerdə bir dənə qohumum yoxdur. Ən azı siz... Vəzifədə heç kim yoxdur. 50-dən çox, 50-yə yaxın medal gətirmişsiniz, qızıl... 50 kilodan danışın, kilo ilə, 50-60 kilo. Onun yarısı heç olmasa yəqin qızıldır. Yox, qızıldan onlar elə, biz düşündüyümüz qızıl deyil. O medallar qızıldan deyil. Bəlkə fikirləşiblər ki... Yox, indi cəhənnəmə fikirləşdirlər. Mən nə var, cəmanın ağzına yönləyəcəm ki. Amma bunu Turizm Agentliyinin rəhbərliyi, açıq deyirəm, onlar özləri qəsdən yayırdılar. Gəldilər yoxlamada, axırda bir dənə sənət, mən tutaq ki, bir içimə davərəs vermişəm ki, poçtan məktubu götürsün. O sənət yoxa çıxıldı, tarix sənətləri istədi. O sənət 2 aydan sonra ləğv olmuş lazım da deyil. Sizdən sonra orada əməli başda Rusiya müstəşar harda olub da? İndi nə eləyiblər? Qoşunlar ortaya 4 ildə 4 müdür rəhbər dəyişdilər. Və indiyə qədər də orada bir dənə desinlər ki, filan şey eləmişik. Mərkəzin əlinlə mən elədiklərimin 100-dən birini. Mərkəzin bir dənə işi var. Hərdən bir dənə Facebook səhifəsində bir dənə səhv, düz bir şey qoyur. Xörəyin reseptini ondan ötəri yaradılmıyor baxın. Erməninin qabağında durmalıdır o təşkilat, məşğul olmalıdır. O təşkilatı məhv elədilər özləri. Bu il o Milli Kulinariya Mərkəzi... O əvvəl NPO idi, qeyri-hökumət təşkilat. Yox, NPO-dur. NPO 85-ci ildə yaratmışıq. Həmin NPO-nun mən rəhbəriyəm, Milli Kulinariya Assosiasiyası. 91-də də dövlət təşkilatını yaratdıq. Həmən NPO-nun köməyi ilə gəldik, yaratdıq ki, dövlət təşkilatı olsun. Əlimizdə silah yaratmışdıq onu şeyə qarşı. Dünyada elə bir təşkilat heç bir ölkədə yoxdur. Biz onu yaratdıq düşmənlərə və dünyaya qarşı və Azərbaycan mətbəxinin imkanlarını realizasiya eləmək üçün. Çünki bu sayədə bizim mütləq üstünlüyümüz var. O üstünlüyü dünya bazarına yeritməliydik. Bacardığımızı da elədik, eləyirdik də. Gəlirlər, elə bilirlər orada pulzad var, indi də görürlər ki, heç nə yoxdur və əllərində qalır. Oranı da axırda ləğv eləyəcəklər. Və götürdülər, yazdılar ki, onlar elmi təşkilatdır, halbuki orada elmi şura var. Və bunlar oranı məhv elədilər. Ümumiyyətlə, Azərbaycan mətbəxinə qarşı çox böyük bir haqsızlıq və təcavüz var. Mən də istəyərdim ki, orada bir mütəxəssis rəhbər olsun. Hər halda mənim yaratdığım, mənim uşağımdır ora. Amma nə etmək olar? Mən gücüm çatanı elədim, özləri bilərlər.
Allahları bilər, amma çox murdarçılıq eləyir. Bu il Milli Kulinariya Mərkəzinin 35 illiyi idi. Mən sizə deyim, 25 illiyində mərkəzin cənab prezident 2 nəfər kulinariya o cümlədən də bana ad verdi. Mehriban xanım məktub yazdı. Nazirliklər bizdən yüzlərlə adamları bu illərdə rol olanları mükafatlandırdılar. Amma indi 30 illiyini mən keçirdirdim, qoymadı. Turizm agentliyi dəfələrlə yazdım. Heç kimə mükafat vermədi. İndi mərkəzin bu il 35 il oldu. Niyə səsini çıxartmadı? Dünyada unikal bir təşkilatdır. Çünki o səs çıxsa məni də çağırmalıydılar. Məni də yadlarına salmalıydılar. Mənim jubileyimdə işçilərdən birini də buraxmadılar ki, gəlib 65 yaşımda üçümüzü təbrik eləsinlər. Orada görsənsələr, onlar orada işdən çıxardacaqdılar. 40 gel. Mən bilmirəm, mən özlərinə yazılmamış qanunlarımız yox, mən axı düşmən deyiləm. Bu ölkə mənim ölkəmdir və mənim prezidentimdir, mənim dövlətimdir, mənim xalqımdır. Burada olan qarışqa da mənimdir, fil də mənimkidir. Və onların yaxşısı da mənimdir, pisi də mənimdir. Bu mənim düşüncəm budur. Mən niyə düşmən eləyirlər? Mən məcbur olub öz ideyalarımı niyə xarici ölkələrdə həyata keçirirəm? Burada mən pulsuz eləyirdim, orada pul da qazanıram. Nəyə görə? Olmazdı mı bunu ölkəmə verəydim? Bir çox məsələlər var ki, adam baş çıxara bilmir. Niyə? Bilmirəm. Niyələr çoxdur. Mən indiyə qədər bilmirəm, mən niyə işdən çıxartdılar. Korrupsiyada elan edirdilər. Bir dəfə deyərdi, bir adam çıxardardı, deyərdi ki, filan yerdə Tahir müəllim bu qədər oğurluq eləyib, 10 manat oğurluq. Məndən soruşdular ki, sən 2 milyonu hardan alıb bura qoyursan? Demək, özləri yoxlamışdılar, hesabatlarda var idi. Mən ildə 2 milyon, 3 milyonluq iş görürdüm. Amma ən çox aldığım pul 200 min mənim vaxtımda pul ayrılmışdı mərkəzə. İndi oradan o boyda korrupsioner necə olmaq olar, onu mənə başı salın, mən də öyrənim də. Ruslarda qalupsi adlı yemək var da, bizim dolmamıza oxşayır bəlkə də üstü. Rus alimlər özləri yazırlar ki, qalupçu dolmadır, dolmadan çıxarmadır. Arınbaşı var Avropada, o da dolmadır, dolmadan əmələ gəlir. Bunların hamısı türklərdən götürülmə. Özləri də yazırlar, bunu mən yazmıram ki. Və biz sübut elədik ki, bu budur. Rus, erməni, Yunan dolmanı yarada bilməzlər. Çünki onlar xristiyandılar və ildə 200 günə yaxın ət yeməmək postları var. O postlar zamanı Nə qədər? 200-ə yaxın erməni, 160, 180, 200 şeydən, təriqətlərdən asılı olaraq ət yeməmək var da, xristiyanlarda ət yemirlər o boyda. Bir həftə yemir, sonraki yiyir, postlar deyir də, məsnək postu. Və Amerika alimi Charles Perry özü yazır ki, biz ət xörəkləri yarada bilməzdik. Çünki bunu yadımızda saxlayanmazdıq. Mürəkkəb dadlı xörəklər həm də xristiyanlıqda ləzzətli yeməklər qadağandır da, bilirsiniz. Ona görə də biz bu yeməkləri müsəlmanlardan öyrəndik və sonra da yazır ki, onlar xristiyanlardan yalnız balıq yeməklərini öyrənə bilərdilər. Öyrəndilər, yox, öyrənə bilərdilər. Ona görə necə olacaqdı? Mən 9 il istiqamətdən sübut elədim ki, dolmanı ermənilər yarada bilməzlər. Təkcə adından deyil. Adı başqa. Mən də bir xörək yaradım. Ərəbcə, farsça dilimizdə sözlər var da. Döləzgidən, talışdan gəlmə bir ifadəni qoyub, bir 50 ildən sonra bir fars dursun desin ki, bu farsçadır, bizim xörəkləri şey yoxdur. Bəsit bir şeydir. Siz dediniz, rak xəstəliyindən sağalmış adam barədə nəsə dediniz, Yəni, yadınıza düşmədi? mən siz